yaxşı olar. Narahat olmayacaq. Deməli, keçən dərs mən nədə qalmışdım? Mən bildiyim qədərilə aparat təminatı və əməliyyat sistemini hələ keçməmişəm. İndi əməliyyat sistemini keçəcəm müəyyən qədər. Burada 1-2 dənə sual atmışdılar. Elə belə ona baxım, ondan sonra gedərik. Amma şəxs burada deyil. Yazım ki, canlıya qatıl. Deməli, bizdən tələb olunan budur. Sualı götürdü. Bunu ümumiyyətcə məncə izah eləmişəm bu tip sualların ümumi həllərini. Girişə verilən n böyükdür 1 şərtini ödəyən n natural ədədinin, hər bir natural qiymətin, natural ədədinin kvadratı olub-olmadığını müəyyən alqoritm blok sxemini qurun. Ümumiyyətcə bir ədədin fikirləş ki, sual, bunu necə qurarsan sən? Və sənə deyir ki, məsələn deyirəm də, sənə bir kod yaz deyir və o kodda işlədə biləcəyin sadəcə 2 şey var. Nədir o? Deyək ki, if işlədə bilərsən, hətta bunları belə rənginləşim. Max işlədə biləcəyin riyazi operatorlardır, if-dir və while-dır. Okey, bonus kimi də verim sənə ki, bir dənə break-lə continue-da işlədə bilərsən. Bu sualı işləyə bilərsən? Asıl deyib neyin yerdin? SQRT vurulsun, SQRT bərabərdir sənə, adi məsələdir ki, bu hər hansı bir ədədin kvadratıdır. Qəribə bir şey göstərim sənə. Bu C-də də elə işləyir ha. Çox qəribə bir şey göstərəcəm bir dəqiqə. Bax, A ədədini götür. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Tamam. Bax, bu ədədi mən kvadrata qaldırdım. B ədədinə bax. Deyirəm ki, integer dəyərdə deyirəm də, yəni. Bir integer demir. B ədədi deyirəm ki, B A-nın 0.5-idir. Tamam. SQL-də eləyək sənin deyin kimi. Okay. From math import SQRT. B bərabərdir SQRT A. True-dur, false-dur. Salam, nəsə? Bir ədədi kvadrata qaldırdım, kökə saldım və yenidən kvadrata qaldırdım. Yəni, belə düşün də. Bir A ədədim var. A ədədim var. B ədədi bərabərdir kökdə A-ya. Bu dəqiqə soruşuram ki, A bərabərdirmi B-nin kvadratına? Gəl baxaq. Qəribə gəlmir özü. Beynim yandı. Double işçi deyə bilərdi, bu necə? Double işçi deyə bilərdi, ya. Hə, bunu sən şeydə də eləsən, C-də də eləsən, problemi görəcəksən. SQRT-ni əgər şey kimi təyin eləməmsənsə, integer value ilə işləmək üçün, sən integer-lə müqayisə edəmiş səhv cavab alırsan. Böyük ədədlərdən sonra ki, kiçiklərdə, sən necədir? Kiçik ədədlərdə işləyirsənsə, nöqtədən sonra az belə hədd var axı. Buradakı fərq bunları görünmür də. Böyük ədədlə işləyəndə bu fərqi bura yaxınlaşdırır. Sən avtomatik dəyərdə göstərirsən. Çox fərqli bir nəticədir. Gözləmədin, hə bunu? Yox. Çünki bir dəfə test etmişdim, yəni, bu kodu. Ola bilsin test case edəcək, ədəd kiçik idi. Orada fikir vermişsən, bizdə square decomposition-da da problem çıxıb ki, ona görə biz step məntiqini düzgün qurmalıyıq ki, step düzgün qurulmayanda görə bilmirik orada xətalar çıxır. Bir dəqiqə. Burada bir dənə canlımın mükəmməl linkini götürüm. Share link. Bir dənə də hansını atım bilmədim. Məncə budur. Getdi. Düz gəldi. Tamam. Gətirəm onu bura. Salam Mehriban. Neysə. İndi bax bunu ESQRT-də eləsəydik amma, bu fikir ver, bunu gətirək belə. Bu integer value'larda işlədirik. Fərqi izah eləyə bilirəm, nə demək istəyirəm sənə? Yəni, məsələ hansı funksiyanı işlətdiyin deyil, məsələ hansı tipi işlətdiyin demişəm. Günün sonunda onu işləyirik. Amma yəni, səncə din bu qədər dərinə gedəsi bir sual yazarmı? Din səviyyəsində kimsə? Yox.
Burada da eynisini eləyə bilərik. Girişə verilən şərtini ödəyən n natural ədədinin hər hansı natural ədədin kvadratı olub olmadığını. Mehriban, bax, sadə bir şey deyim sənə. Bunu belə işləmək yerinə, Vüsal, rahat bir dənə texnikası var. Bax, n daxil olunub, düzdür qaqaş? Fikirləşək ki, deyək ki, k ədədin kvadratı olsun n. Yaxşı. Mən deyirəm ki, əgər ki, mənim bir k ədədim varsa, ən kiçik kvadrat kimi lap sıfırdan başlayaq da. Amma natural ədəd deyir, lap birdən başlaya bilərəm bunu. Və girişə verilən n-in birdən böyük olduğunu da bilirəm hətta. Mən əslində 2-dən də başlaya bilərəm. Çünki kvadratsa da bu ödəməlidir. Buradan gələndə mənim deyəcəyim sadəcə budur. Deyirəm ki, k-nın kvadratı kiçikdirsə n-dən. Bu da aydındır. Burada sadəcə olaraq k-nı artırıram. K bərabərdir k plus 1. Bitdi sual. Yəni, standart SQRT eləmək yerinə bir səndə kökə salmaq əməliyyatları çox ağırdır axı. Daha ağır əməliyyatlardır. Ya da ki, biz orada list götürməliyik, ya da ki, map eləməliyik ki, arasa dəyər təkrarlanmasını yoxlayaq. Bir yerdə Newton-Raphson metodunu görmüsən haradasa? Məncə yox. Buradan eləyəcəyimiz bu olacaq sadəcə olaraq. Deyirəm ki, k-nın kvadratı bərabərdirsə n-ə. Burada olub-olmadığını müəyyən elm neynəməliyəm? Sual boşda qalır. Yaxşı, buna yazaq ki, yep. Buna yazaq ki, no. Mehriban, nəsə başa düşürsən qızım yazdığımdan? Yəni, bizim elədiyimiz çox sadə bir əməliyyatdır. Burada elədiyimiz nədir? Bax, fikirləş ki, 9 ədədini daxil eləmişsən, n bərabər 9-dur. Deyirsən ki, 1-in kvadratı 9-dan kiçikdirmi? Okey. 2-in kvadratı kiçikdirmi? Okey. 3-ün kvadratı kiçikdirmi? Yox. Kvadratı buna bərabərdirmi? Hə? Yox. Çətin imiş qızım. Məncə siz sualları böyülürsünüz, gözlürsünüz. Suallar asan. Banuçça, əlavən var həllə. Nəsə fərqli bir yanaşma deyə bilərsən. Ki, belə götürək, hə? Deyək ki, n daxil olunsun. K götürək. Üsalın dediyi kimi götürək də. K bərabərdir, kökdə n olsun. Okey. Ədədin tamlığını yoxlayaq. K-nın deyək ki, 1-ə eyniliyi ilə 0-dırsa, tam ədəddir də. Burada götürək deyək ki, yep. Burada da deyək ki, no. Başqa necə yoxlamaq olar bunu? İdeyası olan var əlavə? Olsun. Yəni, məncə bu yetdi. Keçdik növbətiyə. Bugün işləyəcəyimiz məncə əməliyyat sistemi olacaq. Əməliyyat sistemi ümumiyyətcə nədir? Əməliyyat sistemi. Şu əməliyyat sistemində qraflardan bildiyimiz bir anlayışdan gəlməyə çalışaq, onun üstündə gedərik. Müəyyən qədər əməliyyat sisteminin adlarını bilirik, onların üstündə o qədər dayanmayacaq. Bizdə salam Zərəfşan, necəsən qızım? Əməliyyat sistemini deyəndə adlarında bizdə hansı əməliyyat sistemlərini bilirdik? Məsələn, MS-DOS-dan danışmışdıq bundan əvvəlki dərsdə. Sonra Mac-OS-dan danışdıq, Android dedik, Linux dedik, ondan sonra Windows dedik. Yəni, bunların üstündən danışmışdıq. Əməliyyat sistemlərinin içərisində əsas xüsusiyyət nədir? Uşaqlar, bir şey onu başa düşmək lazımdır ki, əsas proqram təminatıdır. Bunu başa düşün. Proqram təminatı. Əməliyyat sistemi özü daxilində bir neçə yerə bölünür. Normalda universitet səviyyəsində bunu keçəndə qabıqlar nəzəriyyəsi deyilən bir şey var. Qabıq. Bu qabığa da ingiliscəsində shell deyilir. İndi shelllər müxtəlif yerlərə bölünür. Bu shelllərin müxtəlif yerlərə bölündüyü vəziyyətlərdən mən sizə bir-ikisini izah edeyim. Normalda imtahana düşməyəcək, sadəcə başa düşün deyə deyirəm bunu. Ən çox sizin gördüyünüz qrafik arayüz deyir türklər. Qrafik bu ekranda gördüyünüzdür. Bir də bu vəziyyətdə var. Məsələn, hansısa bir fayl açmaq istəsək, məsələn, buradakı hər hansı bir fayl açmaqdan danışıram. Deyək ki, main.py faylını açmaq istəyirəm. Bunu burada da aça bilərəm, o öz yerində. Deyək ki, bu dəqiqə həmin faylı açmaq üçün lazım olan şey seçili deyil deyə aça bilmədim. Məsələn, notepad-la açmaq istəsəm, yəni sistemdə bunun içi boşdur bu dəqiqə. Deyək ki, nəsə yazaq, print 1. Okey, save elədim. Və mən bunu run eləmək istəsəm, file, main.py.
Bir dəqiqə, main fayl götürək burada. Yəni açdığım hissədə, yəni bir bura gəl. Açdığım hissədə gördüyünüz qrafik arayüzüdür. Bu içəridə gördüyünüz sizin command line interface-dir, yəni əmrlər sətridir. Niyə görə bu əmrlər sətri önəmlidir? Onun üstündə danışacağıq birazdan. Həm olar bir dənə sual verin. Bəli. Mən CMD-exe nədir bu onda? Windows Ay, anlamadım. PowerShell-lə. CMD-exe. CMD Bəli. exe sadəcə o executable-da fayl tipidir. Bu Ha, sadəcə bir ikisi də əmr tiplidir, ona görə deyirəm. əmr tipli deyil. Deyirəm ki, shell səndə bunun içindəki şey, bu ümumiyyətcə bunun içindəki şey səndə əmrlər, əmr göndərirsən. Ha, bəli. Başa düşdüm. Deməli, bizdə qrafik arayüzdə 3 yerə böləcəyik normalda. Məsələn, qrafik pəncərə növləri başlayacaq burada qrafikdə. Qrafik arayüzü başlayaq indi araşdırmağa. Pəncərənin hansı növləri var? Hansı pəncərələri tanıyırıq? Hı? Tamam. Anonim hansı pəncərələri tanıyırsan dost? Hə, buyur danış. Zəci qoşmağa çalışırdım, onun üçün əl qaldırdı. Sayın. İndi Hayda. baxdım suallara indi tanış oldum mövzuya. Hansı pəncərələri tanıyırsan? Yaxşı, səndən keçdik. Zərəfşan, hansı pəncərələr var qızım? Bilmirəm mən. Niyə bala? Bax, PCV var, düzdür, plastik qap pəncərə. Sonra taxta qap pəncərələri var. Sonra metal qap pəncərələri var. Görməmsən heç? Bizdə Hansı pəncərədən əməliyyat sisteminin hansı pəncərə ola bilər dostum? Dialog pəncərəsi yoxdur mənim. Hələ ora gələcəyik. Yox. Proqram pəncərəsi var. Bütün proqramları açılması üçün birinci pəncərə təyin olunur. Bu proqram pəncərəsidir. Yəni bunu izah eləməyə onsuz da ehtiyac yoxdur. İkincisi bizdə nə pəncərəsi var? Burada dialoq pəncərəsi var. Dialoq pəncərəsini nə cür ayırırıq? Onu izah edeyim uşaqlar mən sizə. Məsəl üçün, mən bunu belə eləsəm, burada açılan yerdə fikir verin, dialoqda ola bilirəm. Nə isə seçə bilirəm, burada yaza bilirəm, ifadə edə bilirəm. Burada dialoqda ola bilirəm mən bundan. Bu bizdə dialoq pəncərəsi seçimə imkan verən pəncərədir. Yəni bunu qayda kimi yox da, o qaydada olanın uyğun gəlib, uyğun gəlmədiyi kimi yadda saxlamaq asandır. Bir də sizdə dərslikdə olan sorğu pəncərəsidir. Sorğu pəncərəsi nədir? Bir də buna fikir verin. Burada ünsiyyətdə ola bilməm, sadəcə seçə bilirəm. Sadəcə seçə bilirəm. Zərəfşan, fərqləri izah edirəm, başa düşdün buraları? Bəli, mən. Bilirdin bunları, məncə bilirdin. Bəli, bilirdim, sadəcə soruşanda yadıma düşmədi. Elə olur həmişə. İndi burada qrafik, dialoq, sorğu bunlar getdi. Yəni nə olduğunu da başa düşdük. Bundan sonra bizdə başlayan budur. Fayl strukturu. Fayl strukturu nə cür olur? Strukturu. Fayl strukturu bizdə uşaqlar iyerarxikdir. Hiyerarxiki bəzən uşaqlar başa düşə bilmir. Gəlin belə izah edeyim mən sizə ki, burada mənim öz kompüterimdəki hər hansı bir qovluğu götürək və bu qovluğu və bu qovluğun içərisindəki başqa bir qovluqdan mən sizə əlaqələndirməyə çalışım. Bu məndə burada qalsın. Mən indi ikinci bir qovluğa keçməyə çalışım. Hiyerarxiki bir tam başa düşmək istəyirsə, bu söhbət dərindən başa düşməyə lazımdır. Bunu götürürəm, bura atın. Məsələ bilirsizmi nədədir? Siz desktop qovluğuna gəlmək üçün lek kamrandan bura gəlmirsiniz. Hiyerarxik budur. Siz götürürsünüz bir dənə C deyilən bir dənə ana qovluq var sizdə belə deyək də yuxarıda. Kompüterin özləmədə 2-3 dənədir deyə bunu bu şəkildə göstərəcəm. Başlanğıcdan burada C diskim olsun. Burada mənim içəridə çoxlu qovluqlarım var. Burada users'ın içərisinə girir. Users'ın içərisinə girəndən sonra mənim istifadəçi qovluğum lek kamrana girir bu. Lek kamranın içərisində bir dənə qovluq var. Əlavə qovluqlar çoxdur. Sadəcə bunu göstərirəm. Desktop. Yəni sözümün canı nədir? Hiyerarxiki dərk eləmək üçün budur. Siz bu qovluqda olmağınıza baxmayaraq lek kamranda bir dənə qovluğu o tərəfə getmək üçün təzədən başdan buradan gəlirsiniz. Dərk eləyə bilirsiniz nə demək istəyirəm burada? Bir qəribə gələ bilər. Özünüz də deyə bilərsiniz ki, qardaş, bir otaq o tərəfdədirsə, mən nəyə görə davamlı olaraq təzədən qayıdıram? Sistem budur. Bunun edilməyinin bir dənə səbəbi var. Məntiqlə bir dənə düşünməyə çalışın ki, bir fayla birdən çox yol olsa, orada biz konfliktlə rastlaşa bilirik. İzah edə bilərəm fikrimi? Bu konflikt də harada olur? Fikirləşin ki, mən fayl açmaq istəyirəm, amma fayl belə deyək ki, birdən çox yol var ora. Aydındır mı? Hansı sistemlə onu açacağam? Gəlin belə düşünməyə çalışaq ki, bunu tam dərk eləyək. Deyək ki, burada desktop qovluğuna getmək üçün məndə əgər ki, kamrandan bura keçid eləyə bilərəm deyə bir qayda qoysam, kamran adlı başqa bir yerdə də bir qovluq olsa, deyək kamran.
və onun da içərisində desktop olmuş olsa, onda o seçə bilməyəcək bu kameranın içindəkinə giriş eləsin, yoxsa bu kameranın içindəkinə giriş eləsin. Dərk edə bilir buradakı fərqi. İndi bunun haqqında müəyyən qədər danışdıq. Məsələn, bəzi suallarda alt qovluq, üst qovluq məntiqləri çıxır. O da belə ifadə eləyək ki, kataloq deyirlər bəzən. O da kataloq nəyə görə gəlir? MS-DOS vaxtında qovluq yox, kataloq olaraq keçir. Bəzi kitablarda bunların adı. Ona görə burada hələ ki qovluq yazacağam. Bəlkə kataloq sözünü görürsünüz, qarışdırmayın. İndi alt qovluq odur ki, bunun baxın, iyerarxik qovluqda yuxarıdan aşağıya düşdüyümüzə görə bir qovluğun içindəki qovluqları onun alt qovluqları deyilir. Buna biz alt qovluq deyirik. Qovluq. Bunun içərisindəki də alt qovluğun alt qovluğu olmuş olur və bu şəkildə gedir. Bir rekursiv dizayn var. Burada problemimiz yoxdur. İndi uşaqlar, bir dənə şey diqqət yetirməyə çalışaq, onun davamını gətirərik. Yəni, ümumi dünya standartı var, bir də Dimin yazdığı belə bir nağıl var, onu görək. Dimin yazdığı nağıldan əvvəl dünya standartında belə bir şey var. Kompüterinizdə hər hansı bir qovluğu açın, həmin qovluğun içərisində Shift düyməsini basılı saxlayın. Baxın, hətta bunu buradan belə göstərim mən sizə. Shift düyməsi, bax, fikir verin, basılıdır. Right click menunu aktivləşdirin. Burada görəcəksiniz ki, copy as path deyilən bir dənə yazı çıxır. Bunu hətta mən sizin üçün böyüdüm. Normal siz right click eləsəz, o yazı çıxmır. Copy as path yoxdur. Copy var sadəcə. Amma siz shift'i basılı saxlasaz, buradan göstərim. Bir dəqiqə. Bunu vursaz, burada copy as path çıxır. Bunu elədim. İndi baxın nə olacaq. Mən həmin şeyi götürüb bura əlavə eləsəm, faylın yolu deyilən şey əslində xarici mənbələrdə fayla olan yol demək. Path dediyimiz şey, yəni harada oluruq olaq, onu yapışdıraq, o fayl açılsın demək. Bu vəziyyətdə bizim götürdüyümüz hissə, ümumilikdə deyirəm, bu olur faylın yolu. Faylın əslində qalanı yoludur, amma dərslikdə götürüb tam adı veriblər. Tam adı. Əslində düzdür. Faylın yolu deyə verdikləri şey dərslikdə, yəni copy path olaraq götürdüm bu arada. Götürüb bunu veriblər. Location deyilən hissəni götürüb ora veriblər. Location'ı, yəni dünyanın bütün xarici ədəbiyyatında location deyə görəcəyimiz bir şey. Faylın yerləşdiyi yer olaraq tərcümə olunur bu. Bu olur, yəni eyni fayldan danışıram bu arada. Bu olur bizdə həmin faylın yolu. Əslində Azərbaycan ilə bunu bəzi alimlər, yəni belə deyək, bizdən böyüklər fayla yolu olaraq tərcümə ediblər, amma nəticəsə faylın yolu olaraq saxlayıblar. Ona görə o qədər dirəşmirəm bu dəqiqə. Siz nə cür götürəcəksiniz? Buradakı hissəyə də deyiblər ki, yəni buranı əlaqələndirək. Buradakı hissəyə deyiblər ki, faylın adı. Yəni tam adı götürüb onu açmaq üçün lazım olan command olaraq götürüblər. Faylın adı, faylın öz adı olaraq götürüblər. Və bir də bizdə götürüblər ki, faylın yolu, yəni belə çıxır ki, bunun yerləşdiyi yer, location olaraq götürüblər. Bunu hamımız bilirik, burada çətinliyimiz yoxdur. İndi burada dəyişən bir-iki dənə detal var, ona baxmağa çalışaq ki, baxın uşaqlar, bizdə qoşa nöqtə ilə göstərilən hissələr disk adı olur. Burada məntiqi diskin adıdır, ümumiyyətcə disk adı yazacağım, disk adı. Disk adından sonra bizdə iki slash arasında qalan hissələr qovluqlardır. Qovluqlar. Bir də belə bir dənə problem var ki, diskin özü bizdə qovluqda yox. Bəzən bunu mübahisə mövzusuna çevirən müəllimlər var. Diskin özü xarici mənbələrin əksəriyyətindən salam ələkbər qovluq olaraq qeyd olunmur. Çünki disk özü struktur etibarilə bir qovluq deyil. Siz qovluğu daşıya bilməlisiniz, diski daşıya bilmirsiniz fiziki olaraq götürməyən. Nəyi demək istəyirəm? Siz bunu götürüb, məsələn, burada nəsə last olsun, lessons olsun, personal olsun. Mən bunu götürüb harasa belə daşıyıb tullaya bilirəm. Mən amma C diskimi qovluq kimi götürəndə, məsələn də, bunu harasa belə daşıyıb tullaya bilmirəm də tərindən gedəndə. Bunun içərisini kopyalamaq məcburiyyətində qalıram. Fikir verin, create link in, haradasa belə eləyəcəm. Create link yazıb, oxuya bilirsiniz, buranı baxın. Məsələn, bunun içindəki hər hansı bir qovluğu belə götürüm. Move to yazıb, istəyirsiniz, move to. Move to. İndi bura qayıdaq biz təzdən. Nəysə, bunu cancel eləyək. Bunu eləyəndə create link deyir. Yəni, onu mən daşıya bilmirəm, sadəcə link göndərir. Yəni, belə ifadə eləyək ki, onu açmaq üçün lazım olacaq yolu göndərir oraya. İfadə eləyə bilirəm. Arada fərq var. Yəni, bu qovluq deyil. Bütün dünya ədəbiyyatı belədir. Azərbaycan ədəbiyyatında biraz problemlər var, amma onu da Allah qoysa düzələcək. Yəni, bu hissələri başa düşdük qovluqlardır.
İndi əsas hissələrə qayıdaq. Son hissə dediyimiz burada MP4 dediyimiz hissəmiz bizim nədir? Burada file extension olaraq keçir. File uzantısı olaraq da tərcümə olunur bizdə. File uzantısı. Buna azbəcənlə başqa cür nə cür deyirlər? Fileın tipi, düzdür? Uzantısı. Bir də bəzən file tipi olaraq da keçir. İstəyirsiniz buradan buna baxmağa çalışaq. Extension olaraq götürdüyümüz hissələri. Məsələn, bura girək. Bura baxsaz görəsiniz ki, open with. Bizdə file type gəlir. Yəni fileın tipidir bu. Bu da extension hissəsidir. Bu onun uzantısıdır. İndi uzantını nə cür müəyyən edəcəyik? Onun üstünə danışarıq ki, bu nəyə lazımdır? Onun üstünə danışacağıq. Sonra file uzantısı dediyimiz hissə sonuncu nöqtədən, yəni sonuncu nöqtədən sağda qalan hissədir. Sağda qalan hissə. Sadə bir dənə sual verin burada. Mehriban, mikrofonu açıb danışmaq istəyirsə qızım, bu suala bir dənə cavab ver. Məsələn, mən burada götürüb, burada bir dənə də əlavə bir şey yazım, MPV yazsam. MPV deməyək də MP3 yazdıq yaxşı. Bunu yaxşı dəyişdirdik. Bu faylın adında MP4 də var, MP3 də var. Bu fayl hansı formatdadır? Fayl tipi nədir? Demək istəyən var mı? Buyur Zərəfşan qızım. MP3 son nöqtədən sonra MP3 deyə bu səs faylı olur. Mən elə bildim sən qayıdıb deyəsən ki, adam gözünə gedirdi, o da type-ın altına yazıb ki, MP3 fayl. Hissə nə demək istəyirəm? Bəli, bəli. Kodun gözlərini açan o boyda bir yazı var orada. Yaxşı, var. Olmayan bir fayl adı fikirləşək. Nə format olsun? Olmayan bir dənə formatdır. Ağlından bir dənə formatdır. RTF. RTF format var axı. Rich text format. Olmayan deyil. Önəm qəribə bir şey deyil. DVR. 5 yazar. Olmasın. Yaxşı, 5 yazar. Formatımızın adını 5 eləyirəm mən. Olsun 5. Buna bax. 5 file. Başa düşürsünüz nə demək istəyirəm burada? Bəli. İndi bir dənə söhbət var. Mən bunun file type-ını dəyişməyim. Yəni, ümumiyyətlə file tipi bilsiz nəyə lazımdır? Biz bundan əvvəlki dərsdə sən yox idin. Orada belə bir şeydən danışdıq əməliyyat sistemindən əvvəlki aparat təminatında. Heç bir aparat proqram təminatından danışdıq. Heç bir fayl özü-özlüyündə açıla bilməz. Çünki bizim musiqi faylımız olsun, yenə 0-1-lərdən ibarətdir, düzdür? Səs faylımızdan sonra bizdə lap təsvirimiz də 0-1-dir, mətnimiz də 0-1-dir. Bir baytla biz deyirik ki, 256 dənə range kod deyə bilərik, 256 dənə simvol kod deyə bilərik. Yaxşı, sistem onu nə cür ayırır? Deməli, o oxunuşda onu fərqləndirən, onu açdığı proqramdır. Ona görə fayl öz-özünə açılmağa imkan vermir. Deyir, onsuz da qardaş, yəni açmağa çalışsan mənası yoxdur ki bunun. Bilməyəcəm də nə işə yarayır. Onu bilən proqramı çağır. İfadə edə bilirəm. Və avtomatik olaraq bizim hər bir fayl açmaq üçün əslində hər dəfə əllə seçməliydik ki, köhnə sistemlərdə belə bir dənə problem var idi. Bax, burada mən necə ki açmağa cəhd göstərəndə, bax, fikir verin. Mən burada main deyəndə mənə belə bir xəta gətirir ki, qardaş, mən bunu aça bilmirəm. Mənə deyən ki, bunu nə ilə açım? Fikir verin, mən bunu main pay eləsəm, eyni proqramda bu onun nəticəsi kimi, bir dəqiqə, bunun içərisində mən nə saxlamışam ki? O yüzden mən nəsə saxlamışam 100%. Hə, int input saxlamışam main payda. Gözlüklə ona baxaq. Notepad main pay. Burada mən nə saxlamışam? Math input prod. Nəysə, onun başını buraxaq. O hansı qoluq? Desktopdayım, mən deyəm niyə. Nəysə, qayıtdıq bir tərəfə uşaqlar. Deməli, burada pay eləyəndə 1 çıxır. Düzdür? Bunu belə göstər. Bunun içində yazı yaza bilmərəm bu arada. Bu sadəcə olaraq Python proqramı bunu çıxarır. Fikir verin, eyni faylı nə ilə açmağa görə ona münasibət dəyişir. Mən bunu Notepad-la açmağa çalışsam, main payda, nəsə burada pay eləyək. Eyni faylı mən açmağa çalışsam, bunun ona münasibət ayrıdır. Bu onu print kimi görmür. Bunu sadəcə simvol topası olaraq görür. O biri onu print əmri kimi görür. İzah edə bilirəm. Yəni, hər dəfə, bax, bu şeyi eləməyəydi, məsələn, burada biz main pay eləməyə çalışaq. Burada da eyni şey deyəcək. Deyirsən, bunu nə ilə açmazsan, qardaş? Və belə problem çıxacaq bizdə. İndi mən bunu açmaq istəsəm, burada extension dediyimiz hissələrdə biz yadda saxladırıq ki, sadəcə axırı belə olanları bu proqramla aç. Bu demək deyil, axırı elə olan şey, yəni ancaq musiqidir. Bu dəqiqə bu videodur bu arada. İndi yəqin ki,
Məsələn deyirəm də, bunu açmaq istəsəm, D diskinə keçirəm. Mən bu dəqiqə bunu açmaq istəsəm rekordu. Ya bunu soruşur nə ilə açım? Yaxşı, başdan desəm ki, MPV ilə aç rekordu. MPV bu dəqiqə təyin olunmuyor. Problem burdadır ki, MPV-nin təyin olunmamağı problemi. The term not recognized. Deməli, mən bunu harda yükləmişdim MPV-ni? Onu bir dənə tapım, oradan çağırmağa çalışaq. Çünki səhv eləmirəmsə, command line-a göndərməmişəm onun yerini. Orada problem patladı. Əla. Deməli, burada biz bundakını kopyalayıb atım. Bu olsun MPV. Məncə bu exe faylı olmalıdır orada. Exe, tamam. Bunu eləyək. Ondan sonra deyək ki, record. Mən bunu açanda açılmalıydı axı. Aça bilmədi faylı. Niyə qaqa? Yaxşı, sənin içinə belə deyək ki, qut düşdü ki, mən orada pis bir şey eləyirəm. Gəl bunu bura tullayaq. Açır. Gül kimi açır. Tamam. Faylın axırının olmağından aidiyyatı yoxdur. Burada nəyəsə görə mən düzəldə bilmədim bu söhbəti. Burada niyə açmadı ki? Faylı düz gətirmədim ki. Bu boş yerə də açmalıydı bunu. Nəsə, düzəldə bilmədim söhbəti. Bir dəqiqə təzədən yoxlayım. Bu sadəcə onu çap eləyir. Maraqlıdır. Bunu belə eləyim bəlkə. Burada D diskindən, yəni C diskindən çıxardıq sizi. Nə dəxlisi var ki, tam adını verirəm də. Ünvanı göndərirəm axı. Yaxşılıq Fərq deyil. eləmir də. Yox, onun fərqi yoxdur. Görsən şeydir. Orada nədəsə problem var. Sən nədir? Environment-a link eləmək lazımdır. Bax gözlə göstərim elə biləsən. Deməli, environment-da bir dəqiqə burdadır. Environment-da bu hardadır bizdə? Environment-da. Burada orada link eləmək lazımdır. Mən də onu eləməmişəm. Burada məndə path-dir. New əlavə eləyək. Bax məsələn, sadə bir şey göstər. Edit eləyəndə burada mənim normal path-lərim hamısı burdadır. Command line-i gətirəndə mən bunu götürüb oraya əlavə eləsəm, normal bir şəkildə, new deyib bunu əlavə eləsəm, ok versəm, məsəl üçün. Bunu təzədən açıb bağlasam, normal işləmə elə bilirəm. Məsələn, təzədən D diskinə qayıdım. Məsələn, MPV deyim. Bir dəqiqə, MPV exe mi yazmalıyam? Məncə işləməli idi, amma niyəsə işləmir. Məsələn, Python-unuz adam üçün oraya əlavə eləyirsiniz ki, oradan işləsin. Mən maraqlıdır. Ondan sonra canlıdan sonra baxaram. Normalda işləməlidir. Niyəsə görə çağıra bilmirəm mən bunu. Ola bilər ki, ortada nəsə bir boşluq buraxmışam. Ya bu açmır, başqa bir şey var MPV-də, onu tuta bilmədim. Yəni, əsas bunu işlədim. Uzun sözün qısası, yəni bizim o extension dediyimiz şey sadəcə bir registerdə saxlayır ki, orada bir dənə sizdə log saxlayırsınız. Məsələn, regin içərisinə baxaq burada. Belə bir dənə yer var bizim kompüterimizdə. Deyək, bunu belə eləyək. Reg, edit. Bax, belə bir dənə yer var kompüterimizdə. Bütün mənalı şeylər bunun içində saxlanılır. Burada götürüb əgər ki, biz MP4 axtarsaq, bu MP4-ü açan proqramları falan burada saxlayır. Bu ifadə eləyə bilirəm. Və fikir verirsiniz, bunun içərisində bir dənə kontekst saxlayıb bütün fayl formatları üçün ki, yəni onu nələrlə açacaq. Sizin o sonluq dediyiniz şeyin əslində bir mənası yoxdur. Konteyner adının mənası odur ki, hansı proqram onu açacaq, sürətli bir şəkildə göstərsin. Siz onu seçməsəz, həmin fayl formatını davamlı əllə seçməyə məcburiyyətində qalacaqsınız ki, bunu bundan aç. Bu bezdirməmək üçün edilmiş bir addımdır. Müəyyən qədər başa düşə bildik də məncə bunu. Orada biz problemimiz yoxdur. İndi bu fayl formatları müəyyən qədər yazmağa çalışaq. Birinci götürək burada mətn formatlarından ki, mətnlərdə bizdə nələr var? Birinci bilirik doclar var, docx var, sonra docx. Sonra bizdə open document text var, ODT. OD gördüyünüz yerlərdə open document onun dalını gətirə bilərsiniz. Sonra rich document var, rich text format gedir, RTF-dir. Sonra bundan sonra nə var idi? TXT var. Adına baxan kimi onsuz da görürsünüz. Başqa nə var? Mənim yadıma düşür. Şöyle, indi rich text-lə TXT-nin fərqini izah edeyim mən sizə. Rich text format dediyimiz şey əslində qala bu docx və yuxarısında olanlar üçün ana xammaldır. Yəni o da nə deməkdir? Formatlamağa icazə verir. Bundan əvvəlki videoda da biz danışdıq ki, sizin formatlama dediyiniz anlayış əslində budur. Yəni götürürsünüz hər hansı bir yazını, onun bir hissəsi bir cür görünsün, o bir hissəsi o bir cür. Normalda bizim plain text dediyimiz, yəni bütöv text dediyimiz hissələr, məsələn, proqramlaşdırma dilləri üçün istifadə etdiyimiz, belə deyək ki, yazı formatlarında bütün simvollara eyni cür baxır. Eyni cür baxırıq biz onlara. Yəni birini götürək qalın eləyək, birini nazik eləyək, elə bir şey eləyə bilmirik. Buranı başa düşdünüzmü? Mətndən sonra bizdə ən çətinlər burada başlayır hələ ki. Audio formatlar var. Audio səs formatlarıdır. Səslərdə ən çox nələri görürük? ACC, yaxşı MP3-dən başlayaq.
MP3 ölü formatlardan burada başlayır. Sonra Opus başlayır bizdə, düzdür? Sonra hansını bilirsiniz? MID var. Sonra MIDI var. MIDI, Başqa AV var. var. Wow Sonra var idi. Ha, tamam yaz. WAV deyil, WAV-dır. Wow Sonra deyəm, hansını? ay gəlim. Səs biraz bilirəm gəlir. Tamam. Başqa hansı var? Hansını bilirik əlavə? Məncə bunlar açıqlaması ilə bəsdir. Sonra bizdə audiodan sonra video formatları var. Ola bilər nəsə yadımdan çıxsın aralıqda. Arada bir testdə fırlayıram. Burada heç o qədər dərin bir şey də yazmayıblar. Ona görə biraz üstündən keçəcəm bu hissələri. Sonra bizdə video formatlarda nələr var? MP4 onsuz da öz yerindədir. Sonra flash deyilən bir dənə format var. FLV, flash video formatdan söhbət gedir. Sonra MKV var. Dərslikdə başqa nə var onlarda? Mənim yadıma düşmür. Məncə bunlar da elə əsas. MOV var, düzdür. iPhone-larda çəkilən videolar MOV-dadır. Başqa hansılar var? Dərslikdə var bunlar. Movu Məncə görməmişəm. Mən mənim də yadıma düşmür. görmüşəm onu. Yox. MOV adı nə idi Bir də onun? müəllim. iPhone-larla çəkilən videolar MOV-dur. Necə? AVI var idi. AVI var, hə, düz deyir. AVI var. Sonra AMV var onda. AVI varsa AMV-ni də yazıblar 100%. LV də var idi. FLV-ni yazmışıq, flash video onu yazmışıq. Sonra bizdə təsvir faylları var. Təsvir fayllarımız biraz genişdir, 2 yerə böləcəyik onları. Təsvir fayllarımızda 2 cür başlayırdı bizdə. Rasterlarda bizdə nələr var idi? Normalda TIFF var. 2 F ilə də 1 F ilə də yazılır bu arada. Bunlar bizə lossless formatlardır. Yəni yüksək keyfiyyətlidir. Yüksək keyfiyyət. İndi yadıma düşür yüksək keyfiyyətli. Yəni audioda FLAC var. Bu 100% var kitabda. Bu da yüksək keyfiyyətli audio. Dərslikdə yazılıb məncə. Yüksək keyfiyyət. Sonra TIFF var. Sonra JPG var. JPG. JPG. Bir dəqiqə JPG-ni düz yazmadıq. JPG, JPEG. Sonra bizdə var idi uşaqlar PNG. PNG-dən sonra bizdə BMP var. Məsəl üçün, biz sən onda geniş BIF var idi. Uşaq, BMP-də bir şeyə diqqətli olun ki, burada bit mapdir. Standart ölçü. Standart ölçülər. Standart. Məsələn, sizə desək ki, atıram, hansısa bir şəkil var, bunun içində nəsə çəkilir. Siz bunun içində nə qədər çəkirsiniz, çəkil, nöqtə-nöqtə hesabladığına görə, yəni sadəcə olaraq məktəb üçün hesabladığımız suallar var. Təxmini olaraq onun kimi işləyir bu. Aydındır? Yəni, normalda belə izah edeyim, başa düşəsiz nə demək istəyirəm. Sadə bir dənə yolla izah edeyim bunu. Bizim əlimizdə bu olsun. Bunu mən saxlanıc edirəm kompüterdə. Lap bunu D-diskimdə saxlanıc edirəm. Tamam. Bunu birinci deyirəm ki, bu PNG formatındadır. Buna 1 deyirəm. Bunu saxladım. Əla. Bunun içində biraz da belə-belə elədim. Bunu təzədən saxladım. Oyda gərək eləməzdim. Deməli, bu dəqiqə içində biraz da yazdım. Bunu təzədən saxlayıram. Bunu 2 kimi. Və diqqət edin burada. Bu 2 kimi saxladım. İndi biz əgər ki, bura qayıtsaq, deyək ki, D-diskimə qayıtmışam. LS eləyim. Bu ikisinin ölçüsü eyni olmalıdır məktəb məntiqi ilə. Deyirsiniz ki, eyni burada ölçüdədir, eyni palitradan çəkilir. Elə deyil. Normalda format dəyişəndə ölçüsü dəyişir. Bir dənə burada problem harada partlayır. Siz BMP-ni işlədirsinizsə də, dərslikdəki vari hesablandığına görə, məsələn, bunu belə hesablamağa çalışaq indi. BMP-də saxlayaq. Olsun 24 bitdə, tamam mı? BMP-dədir. BMP-də 24 bitdə biz bunu 1 eləyək, birinci. Sonra bunun üçün nəsə çəkib bunu saxlamağa çalışaq. Atıram da, yəni nəsə belə bir şey elədim. İndi bunu saxlamağa çalışanda mən götürüm bura 2 yazım. Bunların ölçüləri eyni olmalıdır. Fikri izah edə bilirəm. Yəni BMP ilə sizə nəsə verər. Orada şəklin öz ölçüsünün dəyişməyindən danışmaz. İçində nə bilim, kopya elədim, paste elədim, kəsdim, doğradım, buradan atdım, oradan kəsdim, neynədim. Dəxilsi yoxdur, qardaş. İçi dəyişmir. Amma o biri formatlarından verirsə, o suallar düzgün deyil, yəni soruşulması ümumiyyətcə. O şəkildə də gedir. Müəyyən qədər məncə fikri izah edə bildim. BMP çox standart bir formatdır. Sonra bizdə GIF var. Bunlar hərəkətlidir, GIF-lər. Bu olacaq hərəkətli. Hərəkətli. Başqa hansısa format var idi orada dərslikdə.
Yəni əslində çox SVC var idi deməli. necə? SVC yazılırdı. SVG bizdə raster deyil dostum. Deməli, bu rasterdan danışdıq. Bizdə əlavə olaraq vektor var. Vektorlarda bizdə olacaq burada SVG. Elə bu vektor sözüdür buradakı. Sonra bizdə ODG var, Open Document Graphic'dir. Hə, Open Document Audio da var. Bəlkə o düşdü, bilmirəm. ODA var. ODA var əlavə. Sonra mətndə yazdıq, videoda ODV də var səhv eləmirəmsə. Open Document Video. Qəribə gəlir, amma var. OD gördünüzsə, axırıncı hərfləri ilə tutuzdasınız nədir? Sonra mən səhv eləmirəmsə, dərslikdə olan Corel Draw var və bu. CGR var. Yəni bunlar getdi, təsvirlər buradaydı. Təsvirlərdən sonra mənə elə gəlir ki, bizdə arxiv formatları dərslikdə olmalıdır. Arxiv formatları. Arxiv formatlarının içərisində biz PDF daxil təsvirə. necə? PDF formatı. PDF formatı təsvirə daxil ola bilər. Xeyr. PDF ümumiyyətcə təsvir deyil. PDF bizdə sənəd formatı, document formatı gedir elə. Bəli. Portable document format deməkdir elə PDF. Səhv eləmirəmsə elə olmalı ki, baxaq bunun adına. Bir dənə söz var da, Allah bu boyda əlimizə naz nemət verib, niyə işlətməyək? Oy, PDF ruma niyə atdın məni? PDF, boy. Gəldik. Portable document format, düz demişəm da, daşına bilən sənəd formatı. Bu belə Adobe düz 1992-ci il. Düz yadımdaymış. Ya bunun sıxışdırma formatı falan var. Ghost script səhv eləmirəmsə onun üstündə olmalı. Bir dəqiqə Ghost script-dən. Bir dəqiqə girək buna baxaq içəridə. Sıxışdırması Ghost script olmalı. Mənim elə yadımdadır. İçəridə axtarırıq onu. Ghost burada PDF tools application developed around Ghost script and Adobe Acrobat itself as well as Adobe InDesign, Adobe FrameMaker. Yəni çox şeylər var da. Bizdə Ghost scriptin üstündə bunları qurmaq olur. PDF text. Bu şey də LaTeX-in bir ayrıcalığıdır. LaTeX-dən bunu keçirmək üçün sizə o qədər lazım deyil. Bunlar qalsın. İndi arxivdə bizdə nələr var idi? RAR idi. Sonra necə? Zip əsas bunlardır. Bəlkə də 7Z zat da gör. Uşaq Z Haz görürsünüz. da var idi. Arxiv gedir. Necə? Haz da var idi. Necə? Haz. Tar var, qaqa, taz yoxdur. Çaşdım. Tar var. GZ falan da var. Əslində çoxdur. GZIP var. Otursaq bəlkə 50-60 dənəsiz ISO var. Necə? Arc. Arıcı. Arc da var. Proqram adı da var Arc. Ümumiyyətlə nəyi deyəcəkdim? Archive sözündə ümumiyyətlə X hərfini, X nə idi? Z hərfidir ya da ki belə arc bunları görürsünüzsə də orada çünki zipping dediyimiz bir anlayış var, sıxmaq üçün istifadə olunan termində. O hərflərlə tutmağa çalışır. Əsas indi nəyə fikir verək, onun üstünə gedək. Mətnlərdə fikir verin, dokument ya da ki text sözlərinin hansısa bir hissəsini işlətməyə çalışırlar. Həmişə bunu. Bax, burada məsələn bu fikir verin, docla gedir. Burada T-lərindəndir. Audiolarda fikir verməyə çalışsaz, ya music, ya audio sözlərindən istifadə eləməyə çalışırlar. Tamam, Opus'da biraz düz gəlmir, MIDI-lərdə falan filan. Amma yəni qalanlarında ən azından A hərfindən bir şübhələnə bilərsiniz ki, burada nəsə musiqi ilə əlaqədardır. Videolarda normal, çünki bu multimedia sözüdür, M ifadə eləyə bilər, amma biraz qarışıqlıq yaradır da. PLV-də videodur, məsələn multimediadır, bu V hərfləridir. Normalda o video sözündən gəldiyinə görə o da işarə edir adama. Raster qrafikdə də G hərfi qrafik deməkdir, P hərfi də picture sözündən gəlir çox vaxt. Yəni oradan da tutmaq olur ki, bizdə bu qrafikdir yoxsa picture'dır. İlişdiyiniz yerlərdə məsələn TIFF-də görünmür o, tamam, razılaşıram. V olan yerlərdə bayaq video dedim, indi deyəsən ki, burada vektor sözünə niyə əlaqələndirsə, amma G-də var axı burada, qrafik hərfi də var. Yəni sən biraz fikirləş ki, bu qrafiklə bunun arasında nə ola bilər əlaqə kimi? Bu CGR avtomatik olaraq bizdə nədir? Corel Draw sözündən gəlir. AI var burada, Adobe Illustrator, dəstəkli adları olanlardır bunlarda. Bunlar gedəcək. Document formatlara burada girməyə ehtiyac yoxdur, mən elə düşünürəm. Çünki document formatlarının içərisində, yəni burada danışmaq istəsən danışarsan Nərmin. Hayda danışarsan sən. Deməli, buraları məncə başa düşdük. Keçək növbətiyə. Uşaqlar, bizim bu faylları açmaq üçün istifadə etdiyimiz proqramlar var da, düzdür. Bunları bundan əvvəlki dərsdə müəyyən qədər danışmışdıq. Onsuz da text nə bilim nədir. Hə, bir də məsələn Excel faylları bizdə nə ilə axırı qutarır? Excel-də. Ümumiyyətlə belə oxunur. XL. Bir dəqiqə xılısı da düzdür.
Excel belə oxunur da. Excel sheet sözüdür. Bir də olur ki, XLSX. Bunlar belədir. PowerPoint də PPT-lərdir. PPT-lərdir. PPTX. Bir də bunların əslinə qalanda məsələn dot falan formatları var ki, template formatları ki, document template və s. Oralara belə girmə. Mən bildiyim qədərilə sizə düşməyəcəkdi Allahın izni ilə. İndi gələk əsas düşən yerlərə. Bizdə birinci cluster başa salacağam. Ondan sonra control panel-a keçəcəm. Çünki cluster məsələ tiplidir. Biraz beynimiz açılsın, ondan sonra gedərik. Bundan əvvəlki videoda biz nədən danışmışdıq ki, cluster demişdik ki, sektorların diskin yolundakı, diskin cığırındakı bir hissəsi idi. Və bu clusterlar addım idi, fayl addımları idi bizdə. Bunlar bizdə indekslənir uşaqlar. Yəni fikirləşin ki, fayl indekslənib ki, 0-dan 7-ci klasslara, yəni belə indekslənib ki, orada yerləşib. Avtomatik olaraq faylı çağırmaq üçün kompüter belə eləyir. Götürür 0-dan 7-ci klassların içdən belə deyək ki, klaster varsa, hamısını çağıra-çağıra gəlir. Hər biri bir klasterdir. Məsələn, bu yerləşəndə bu belə düşünməyə çalışın da. Sizdə bir dənə fayl olsun, faylınız 25 kilobayt olsun. Sizin klaster ölçünüz olsun 4 kilobayt. Bu avtomatik deyir ki, hə, bu bizim 0-cı indeksdəki klasterimiz olsun. Bunu oturduq, 4 kilobaytı getdi. Burada 21 kilobayt qalıb. Sonra bu ikincini çağırır, yerləşmədiyinə görə. Təzədən 4 kilobayt getdi, 17 kilobaytı buradadır. Sonra yerləşmədiyinə görə birinci indeksdəkini çağırır. Buradan qaldı 13 kilobayt. Bu da gəldi, oturdu bura. Sonra yerləşmədi, bir dənəsini də çağırır buradan. Registrdən indi müraciət başlayacaq, onu göstərəcəm mən sizə. Sonra buradan təzədən gəldi 4-cüyə. Buradan üstündən xətt çəkdi. Buradan neçə olacaq? 5 dənəsi qaldı. Bu 4-ü buradadır. Sonra bir dənəsini də çağırdı. Buradan da 4 dənəsi gəldi. Əla 1, 2, 3. Bu 6 dənəsi gedib də. Deməli bir dənəsi qalıb. Deməli axırıncıda bizdə burada təzədən bir dənə klaster çağırmaq məcburiyyətində qalır. Orada da bir dənəsini oturtdu. Bu getdi 0-a. İndi mövzu buradadır. Bundan sonra mənim 1 kilobaytlıq bir dənə də əlavə faylım olsa, biz demişdik ki, fayl üçün addım idi. O faylın addımı bitdiyinə görə sənə məcbur edir. Burada 7-ciyə təzədən bunu oturtdur. Yəni bunun ünvanı artıq hər birinin ünvanı var. Bunun ünvanının qabağında qeyd edir ki, bu 0-dan 6-yadır. Bunun ünvanının qabağında qeyd edir ki, 7-dən 7-yadır. Yəni səndə register işə düşəndə faylı çağırmaq üçün, məsələn mən fayl açmaq istəyirəm. Orada rama yüklənməlidir. Rama yüklənəndə götürüb deyir ki, 0-dan 6-ya nə var? Dat gətir. Gəldi bura. Onun işləmə məntiqi budur. Bunu niyə eləyiblər? Sadə bir dənə sualdır. Biriniz cavab verə bilərsinizmi ki, orada axı bizdə 3 kilobayt boş yer var, 6 nömrəli indeksin olduğu yerdə. Yəni burada mənim 3 kilobayt boş yerim var, yəni hər mənim klasterim axı 4 kilobaytdır dedim. Niyə onu eləməyiblər? Da sadə bir sualdır. Cavab verə biləcək biri varmı burada? Hı? Olmasa. Necə? Sual necə oldu? Bir də deyərsiz, zəhmət olmasa. Bax, otaqlar kimi düşün. Fikirləş ki, evinizdə 25 nəfər var. Hər otağınızda 4 nəfəri saxlayır. Gəlmirsən, bir otağa bir nəfər qoymursan. Sonra təzə gələn qonağı o otağa qoymursan, o bir otağa qoyursan. Mən də sual verirəm ki, 3 dənə boş yerin var axı, niyə buna yerləşdirmirsən həmin qonağı? Çünki onlar ayrı-ayrı fayllardır. Yəni Deyə bilərəm. Buyur. Sonda 3 kilobayt boş yer qalır da. Bizim də klasterin həcmi 4 kilobaytdır. 4 kilobaytı 3 kilobaytın içinə yerləşdirə bilmədiyimiz üçün əlavə bir dənəsini əlavə edirik ki, 4 kilobayt orada qalsın. Məsələn, deyirəm, yeni faylım mənim 1 kilobaytdır. Aidiyyat yox dedi. Aidiyyat yox. Yeni fayllar o yerləşdirdiyimiz köhnə fayl, yəni eyni olmadığı üçün yerləşmir. Yəni uzantılar. Yox, sadə bir şeydir. Mən sizə deyirəm, registrdə onu da atıb gətir. Amma yer bitməlidir ona görə yoxsa. Yox, dəxilsi yox. Problem buradadır. Bəzən olur ki, konflikt dediyimiz anlayış var. İki fayl eyni vaxtda açılmamalıdır. Deyək ki, iki dənə proqram fikirləşin ki, Yarım açılmadı İsrail müəllim o təsvirin yarı-yarımsız gəlmir. Yox, sən tamam başqa şeylər istəyirsən. Heç onun aidiyyatı yoxdur söhbətə. Bax, bir dənə məntiqlə düşünün. Fikirləşin ki, iki dənə proqram var. Ehtimal danışıram ha. Mən proqram yığmışam ki, mənim A proqramı B proqramımı söndürsün. Əgər A proqramı açılanda B proqramla eyni vaxtda açılsa, yəni ya da ki, hansısa biri bir daha cüzi sürətlə tez açılsa, bu mənim nəzərdə tutduğum kimi işləməyəcək axı. Razılaşırıq bunu. Ya da belə düşünün bu dəqiqə. Sizdə bu ölçü gedirdi. Əgər bunu bunun içinə qoysanız, fikirləşin 1 kilobaytlıq bura qoymusunuz. Yaxşı, burada deyil. Siz bu 6-cı klasteri daşıyanda o seçmir içində nə var. Nə var daşınır. Sən A faylı ilə bir yerdə B faylını da açmış olacaqsın.
Və bu sadəcə bununla bitmir. Fikirləşin ki, sizin əlinizdə 1 megabaytlıq bir dənə fayl var. Burada birləşən şey bu faylın özü də yapışıb axı nəyəsə. Bunu da sən çağıra bilməsən. Bunun özü də 1 gigabaytlıq əlavə fayl olsun. Ehtimal danışıram. Mən 1 megabaytlıq fayl açmaq üçün bunun nədir ki, eyni klasterdə paylaşır deyə bu klasterdəki də özü parçalaya bilmir deyə bunu da dartıb gətirəcək. Dartıb gətirəndə 1 megabaytlıq fayl olsun, əgər ona yapışmış isə də 1 gigabaytlıq da fayl olsa, 1 gigabayt da yükləmiş olacaq. İzah edə bilirəm nə demək istəyirəm sizə? Bəli. Başa düşmədiniz? Yəni məntiq budur. Fikirləşin ki, belə izah edeyim. Sinif kimi düşünün bir dənə. Zərəfşan, bax belə düşün. Sizin sinifinizin nömrəsi neçədir? 11 beyt də yəqin ki. Düzdür? Görsən düzdür. İndi fikirləş ki, sizin sinifə 11 adam bir uşaq qoyublar. İndi qayıdıb kimsə qapını açıb deyir ki, adı nə idi onun? Test, hamınız idman zalına çağırılır, amma 11 anı çağırmayıblar səni. O elə belə həmin vaxt sizin otaqda oturur. Çünki paxmen o da gedir. Başa düşdün nə demək istəyirəm buranı? Mənim başa düşdüm. Problem burada partlayır bizdə. Ona görə bizdə bir-iki dənə suala baxaq, onun üstünə gedərik. Bu da cell function-da hesablayacaq həmişə. Həmişə cell function-da hesablayacaq. O da necə? Məsələn, sizin əlinizdə əgər varsa ki, 25 ya da 27 kilobaytlıq bir şey olsun. Onsuz da 4-ə bölünmə əlamətində bilirsiniz ki, son iki rəqəmdən gedə bilərsiniz. Məsələn, 127 yazılsaydı, yenə də eyni şey olacaqdı. Bunu yuxarıya tamamlayın. Yəni, məsələn deyirəm də, 4 kilobaytlıq əgər ki, klasslara yerləşdirilməlisə, mən bu faylı götürürəm 128-ə tamamlayıram. Yəni, bölüm, onu tapım, yuxarıya qaytarım, təzədən onu vurum, o vaxt ikisidir. Məsələn, bunu normal yollarla siz eləsəydiniz. 4-ə böldüm, 31 tapdım, tamam 32-yə sığışacaq deyib, 32-ni təzədən 4-ə vurmaq vaxt ikisidir. Hardan baxsınız, vaxt ikisidir. Ya da bunun daha sürətli bir yolunu deyim mən sizə ki, məsələn deyirəm də, onsuz da böləcəksinizsə də, 127-ni deyək ki, 15 kilobaytlıq klasterlara sığışdırırıq. Belə bir şey mümkün deyil, 15 kilobaytlıq klaster ola bilməz registr müraciətinə görə. Onu qırağa qoyuram bu dəqiqə. Deyək ki, belə bir sual qoyulub, dimdən çıxa biləcək bir şey. Mənim bir dənə məntiqlə düşünün. Siz bunu onsuz da böləcəksiniz də imtahanda, düzdür? 127-ni bölürəm 15-ə. 15-ə böləndə məndən neçə dəfə düşür? 8 dəfə burada var. Razısınız? 120-ni yazdım. 120-ni yazanda burada 7 qaldı. Mən bunun üstünə neçə gəlsəydim 15-ə tam bölünərdi. 8-i gəlsəydim. Deməli, mən bunun üstünə 8 gələndə 135 edir. Yəni, təzədən bunu bir də 9-a qaytarım söhbəti yoxdur. Məntiqlə düşünün ki, sanki bunun üstünə bir x gəlirsiniz. Bu x-in nə gəlsən buna tam bölünəcək. O da bağlayacaq söhbəti. 15-dən 7 çıxanda 8 qalır da. Yəni, həqiqətən də siz bunu bu şəkildə eləsəz, 127 bölünmüş 15, onsuz da 9 alırsınız. Bir də bunu 9-u 15-ə vurmaq. 2 dəfə vurmaq yerinə toplamaq vurmaqdan sürətlidir. Çox böyük ölçülü fayllardan söhbət getmiş ola bilər. Bir də aşağını tapıb yuxarıya qaytarmaq çətindir. Onsuz da ki, sizdə qalıq qədər fərqin bağlanması həyata keçiriləcək də. 5 dənə klaster doldurmayasınız ki, maksimum bir dənə klaster artıq gedib də səndə. Yəni, bizdə əgər fayl ölçüsü budursa da, fayl ölçüsü o diskə oturanda, burada diskdəki ölçüsü budur. Diskdəki ölçü budur. Niyə diskdəki ölçü deyirik? Biz avtomatik olaraq seçirik ki, sən demə bu şey 9 dənə klaster götürəcək. 9 dənə klaster. 9 klasterlik yer bizdə 135 kilobaytdır. Yəni, bu faylın ölçüsü deyil. 9 kilobaytlıq yerin tutduğu məntiqdir. Belə düşünə bilərsiniz də. Elə bilin ki, kol içmisiniz. Ortasına qədər içdiniz. Siz bunu ortasına qədər içdikcə, bunun öz qabı kiçilmir ki, sizin hələ də sumkavızda eyni qədər yer tutur bu. İçi dolu da olsa, boş da olsa. Yenə də sizdə əgər ki, yarım litr almışsa, yarım litrlik yer tutub. Yəni, bu onun qabının ölçüsüdür. Onun içindəki şey ayrı söhbətdir. Defragmentasiyada da məntiq biraz eyni gedir. Buna qədər də məncə problem yoxdur. Yəni, bizdən soruşsa ki, bunun diskdəki ölçüsü nədir? Sadəcə olaraq bunu tapanda qalıq hissəsində. Özünüzə fikirləşin, bunun üstünə nə gəlsəydim 15-ə tam bölünərdi? Tamam. Elə bunun üstünə də gəlin, geçsin. Yox, əgər ki, sizdən soruşsa ki, neçə dənə klaster gedib? Baxırsan ki, qardaş, 8-i yetməyib buna. 8 yetməyib. Deməli, bir dənəsini də artırmalısan. 8 yetməyib, yetsəydi bitərdi. Məsəl üçün deyirəm də, 30 kilobaytlıq bir dənə fayl olsun. Sizin əlinizdə də deyək ki, 10 kilobaytlıq klaster var. İmkansız bir ölçüdə amma olsun. Siz bunu böləndə avtomatik vaxt tam bölünmə getdiyinə görə, onsuz da bu ucuca bağlanıb. Fərq eləmir. Avtomatik sizin disk ölçünüz, fayl ölçünüz üstə düşür və klaster sayınız 3-də qalır. Burada da problemimiz yoxdur. İndi diskdə yerləşmələrə bir dənə baxmağa çalışaq. Bundan bağlı kimsə sual var mı? Məncə eləyə bilməyəcək bir şey deyil. Ona görə danışıram bunları ki. Bu geçsin. Bizə ən çətin olan hissə onsuz da birazdan başlayacaq. Kontrol panelin içərisinə girəcəyik orada.
Burada bir də məsələlərdə mənim yadımda qalan bu olur ki, uşaqların diskə oturmada çətinliklər çəkirlər. Atıram uşaqlar. 2 GB-lıq faylımız, flash kartımız var. Olsun bu flash kart. Tamam. 2 GB-lıq flash kartımız var. Bizim də deyək ki, biri 7 MB-lıq faylımız var. Burada fayllardan söhbət gedir. Faylı. İndi məndən soruşsa ki, ən çox neçə dənə fayl yaza bilərəm bu flash karta? Yaxşı, bu sualı biraz da belə eləyək. Artırıram. 7 dənə belə flash kartım var. 7 dənə 2 GB-lıq flash kartım var mənim. Və 7 MB-lıq mənim fayllarım var. Bu flash kartları, yəni fikirləşək ki, yəni 2 GB-ı tam biz istifadə edə bilirik. Və bu fayllarda birə-bir oturur onun içinə. Müəllim, biri deyək də o 2 GB-ı 7 KB-a bölüb, amma bu 7-yə vurmuruq. Çünki ayrı-ayrı şeylərdir. Ha bilə sən şəkilsən? Bəli, Harasından? baş səhəzi. Ayda. İşinə yaxındır? Nətər müəllim? İşinə yaxındır? Yox, Uzaqdır? Oğuza yaxında. Hətta denən ki, qoz fındığın məkanıdır ki. Neysə. Bəli. Gəldik bura. Zarafat bir yana Oğuzda dəhşət qoz fındıq var. Yolun hamısı fındıq ağaclarıdır. Uşaqlar, düz Belə. deyir. 2 GB 7 MB-a bölüb, sonra 7-yə vuracaq. Niyə? Çünki əgər biz belə eləsək, cavab dəyişir. Bir dənə baxın. Biz əgər desək ki, mənim əlimdə bu qədər boş yer var, bu məndə 14 GB boş yer eləyir. Razıyıq. 14 GB boş yeri də belə yaza bilərik də. 2 üstündə 10 bizdə megabayt eləyir bu. Onu da təzədən 7-yə bölsəm megabayta. Mənim əlimdə qalan 2048 olur. Düzdür? Belə fayl. Reallıqda bu belədirmi? Sən bir dənə flash kartı taxırsan, yazıb qutandan sonra ikinci flash kartı keçirsən də. Eyni vaxtda bunların hamısı belə bir dənə böyük bir fayl üstə, böyük bir yaddaş qurğusuna dönmür ki. Onda burada nə edəcəyik biz? Normal, birinci götürəcəyik. 2 GB-ımız olur bizdə neçə? Atıram bunu 2 üstündə 10. 2 üstündə 10 deyiləməyək, bəlkə belə eləyək. Tamam, elə saxlayırıq. Bunu 1024-2048 eləyirəm. 2048 bizdə megabayt. Bunu 7 MB-a bölürəm. 7 MB-a böləndə mənə neçə çıxacaq? 2 dəfə 14, 63, 9, bir dənə də 4. Deməli 294 dənə birinə sığışırmış. Burada bir şey göstərəcəm. Çox maraqlı bir şey alınacaq. Onu göstərmək istəyirəm. İndi 294 dənə sığışırmış. 294 dənə təzədən 7-yə vuranda sizdə neçə eləyir? 8 2 yadda. 92 eləyir. 92 eləyir də başa düşdüm. Təşəkkür edirəm bu arada. Deməli, bizdə 4 2 yadda. 4 2 yadda olandan sonra bir dənəsi burada təzədən bir dənə 4 alındı. Düz dedimmi? Məncə düzdür. Bir də budur. Bəli. Əla. Deməli, mənim sayım əslində buymuş. İkisi arasında bir fərq var. Cavabları ikisini də qoyurlar. Siz əgər ki, bu ölçünün buradakı vəziyyətini görürsünüzsə, bu bayaq danışdığım söhbətə oxşar bir dənə vəziyyət alacaqsınız. Çox fərqli bir şey var. Niyəsini deyim mən sizə ki, burada alacağımız nədir uşaqlar? Yəni, normal götürün, bunu bölməyə çalışın. 48. Deylə, böldü 7. Mən bunu alanda, qalığım neçə qalacaqsa sadəcə olaraq onu çıxacaq. 292-ni aldıq. Qalığı burada axıda neçə almışdıq biz? Bax, 14 çıxaq. Burada qalacaqdı 64. Burada qalacaqdı təzədən 63. Oradan 18. 18-dən 4. Burada 4 qaldı. Bu 4-ü sadəcə bundan çıxmaq yetir. Yəni, belə çıxır ki, birində 4 MB artığım var. Üstdən. Mənim belə çıxır ki, 4 artığım var sadəcə olaraq. Təzədən bölüb dala qayıtmaq. Məntiqlə bir dənə fikirləşin. Böldünüz, bunun tam hissəsindəki nəticədə də vursanız, qalıqsız variantını almış olursunuz da. Razılaşırsınız. Yəni, bir də bunu alıb təzədən vuranda vaxt itirsiniz, onu demək istəyirəm. Onsa siz 7-nin buna vurulmuş variantı deyirsiniz ki, yəni bunun bu 4-ü çıxılmış halıdır da. İfadə edə bilirəm fikrimi? Hə? Bu çox asandır, ciddən çox asandır bu məntiq. Danışmaq istəyən olsa qeyd eləyək. Belə şeyləri görəndə uşaq vaxt itirməyin, imtahanda da elədir. Ya da ki, axırıncı ümumiyyətcə rəqəmlərlə gedə bilirsinizsə, daha sürətli olur bu. Sonra bunların başqa nə metodları var bizdə qarışıq olan? Yəni, burada aşağıdan götürdük, klassda da yuxarıdan götürəcəyik dedik. Məncə bunlar bəsdir, artıqlaması ilə bəsdir. Gələk indi kontrol panela. Kontrol panel dediyimiz şey bizim kontrol panel. Bunun içərisində 3 dənə mod var. Hansı modlar? Birinci onu başa düşməyə çalışaq. Kateqoriyadır, smalldur, bir də bizdə large'dır. Yəni 3 dənədir.
Sizə normalda inanmıram burada large və small hissəsi düşər. Çünki bu hissələr daha belə genişdir və bu qədər ucuzlaşmazlar məncə. Bu daha gəlizdir. Kateqoriyalarda bizdə neçə dənə kateqoriya var. Bunu istəyirsiniz SS eləyərsiniz, əgər kompüteriniz yoxdursa. Bəzi bizdə şagirdlər olur, deyirlər kompüterlərimiz yoxdur. Məsələn, bunu biz yaxınlaşdıranda görün, yəni SS eləmək istəyənlər üçün deyirəm ki, System security'dir, network internetdir, hardware sound'dur, programs'dır, clock'dur. Üstünə oxuya bilirsiniz, problem deyil. İçəriyə girəndə nə var? Yəni bizim ən az sınaqlarda qarşımıza çıxan bir iki dənə yer var idi. Bax, bu aşağıda gördüyünüz hissələrdən o yana yəqin ki, keçməyəcəklər. Mən belə zənn edirəm. Ucuzlaşmaqdır çünki ondan o yana keçmək. Fikir versəz, hardware hissəsində bizdə girəndə, məsəl üçün, mouse var içəridə. Məsələn, mouse idarə edilməsi üçün olan hissəmiz var. Bir dəqiqə. Device and Printers'da burada mouse var. Bura girəndə 3 kateqoriya var. Normalda 3 kateqoriyada o qalan hissəsi aid deyil, onu göstərəcəm sizə. Deməli o nədir? Birinci sol düymədir, sağ düymədir, bir də ortada fırlanandır. Yəni əsas bunu görəcəksiniz. Yəni düymələrdən söhbət gedir. Burada nə qədər sürətli açılacaq və s. onlarda inanmıram belə bir sual gedir. Bizə düşən sual buydu. OTK-da deyirdi ki, mouse'un görüntüsünü dəyişdirmək üçün hara girmək lazımdır? Təbii ki, o göstərici bizdə pointer'dır deyə tuta bilir uşaqlar. Amma bu hissəni görməyən adam biraz çətinlik yaşayır ki, görəsən pointer options'dır yoxsa pointers'dır. Pointers hissəsindən cəmdə olduğuna görə əslində düşünə bilərdin ki, deməli orada göstəricilər çoxdur ki, birini seçəcəm. Pointers option o indi aktiv olanın bizdə dəyərlərinin dəyişdirilməsidir. Məsələn, bura girsək, o nə qədər sürətli işləyəcək və s. bunlardır. Wheel hissəsi də təbii yuxarı aşağı sürüşdürmək üçün lazım olan hissədir. Bu da bizə driver hissəsidir. Oralara girmə. Tamam. İndi əlavə burada proqramlarda nə var deyə soruşsaz, insanlarda müxtəlif cihazlar olduğuna görə bura müxtəlif cür görünə bilər. Məndə əlavə USB keyboard var deyə bu görünür. Əlavə disk taxmışam deyə görünür. Məndə proyektor var deyə bu görünür. Yəni bunlar əlavə taxdığım şeylər. Sonra mənim cihazlarım, printerlarım və s. burada taxılı deyə görünür bunlar. Fax cihazım taxılıdır mənim. Niyə sözümün canı nədir? Siz bunları görəndə burada əlavə kitabda olan hissələrin ümumi görüntüsünü verməyib. İş yerindəki kompüterdir bizdə, ona görə qaydaq da alır. Device Manager hissəsində burada nələrdir? Qurğuların driver hissələridir. Yəni biz buradan girib, məsələn, driverların, update driver, enable device, məsələn, uninstall device deyib, property hissəsinə girib, burada driverlardan söhbət gedir. Burada artıq işin yoxdur. Sonra Power Options hissəsi, sound hissəsində inanmıram o dərəcədə ağır bir şey düşər. Playback hissəsində səs hardan çıxacaq onlardır. Recording hissəsində mikrofonlardır bizdə. Sonra sound hissəsində burada effektlərdir. Communication hissəsi o düşəsi deyil. Yəqin ki, düşməyəcək. Sonra Power Options hissəsi biraz qəlizdir. Çünki bu ola bilər ki, düşsün. Qorxduğumuz bir şeydir. Power Options'a gələndə, məsələn, Battery Settings'e düşdük, buradadır. Balanced var bizdə, Power Saver var. Bunlar olacaq. Onsuz gözlə görünür bunlar. Tamam. Burada əlavə olaraq Sleep modda nə cür olmalıdır? Change Advanced Options'a girəndə, məsələn, ola bilər ki, bu hissə düşsün sizdə. O düzündən oxuyanda görürsünüz. Yəni, nələri verəcək? Məsələn, ola bilər ki, bunu seçsin. Desin ki, kompüterin yuxu rejimi aktivdir yoxsa passivdir, yoxsa nə qədər vaxtda yatacaq? İfadə eləyə bilirəm nə demək istəyir. Elə bir sual düşmüş ola bilər. Gözəl bir sualdır əslində qalanda. İndiyə nə qədər deyimin ağlına gəlməyib, amma dəstəyə görə ola bilər. Normal da bir sualdır. Sonra bu məndə əlavə touchpad var, üstəm, digitizer var deyədir. Bu hissələr onsuz da olmayacaq. Onlara aidiyyət yoxdur. Yəni, normal kompüterlarda olmur, normalda o mənada deyirəm. Sonra bizdə Clock and Region hissəsi biraz detallı bir hissədir. Date and Time açılanda ola bilər buradan sual düşsün. Məsəl üçün bizdə deyə bilər ki, saat qurşağını hardan seçirik. Orada Date and Time-da Change Time Zone-dan seçirik buradakı saat qurşağını dəyişirik. Aydındır. Sonra bizdə Change, buralar o qədər lazım olmayacaq. Additional Options dərlə dəyişmək üçün ki, yəni ikinci, üçüncüdür, internet. Bunlar məncə lazım olmayacaq əlavə. Sonra Region hissəsində dili dəyişmək üçün hardan seçim eləyəcəyik. Məsəl üçün, kompüterin öz dilindən söhbət gedir burada. Biz bu göstərmək üçün ingilis dili buradadır. Əlavə olaraq Additional Settings hissəsi var. Onların o qədər aidiyyatı yoxdur. Bu arada bir şey göstərmə Additional Settings uşaqlar. Currency hissəsində Digit Grouping Symbols deyilən bir şey var. Bir də Decimal Symbols var. Fikir verin. Bir də List Separator var. Buradan fikir verirsiniz. Sizin Excel-da işlətdiyiniz nöqtəli vergül yoxsa vergül buradan təyin olunur.
Çünki Avropada biz Azərbaycan Avropaya aiddir deyə nöqtəli vergüldən istifadə edirlər. Amma Amerikada, United Statesdə onlar vergüldən istifadə edirlər. Amerika ayırmaq üçün nöqtədən istifadə edir. Məsələn deyirəm də 4,5-i yazmaq üçün Avropa 4, yəni diqqət edin, vergül 5 yazır. Avtomatik olaraq bir dənə çoxluq fikirləşin. 4,5 və 3,6-nı saxlamaq istəyəndə bunları ayırmaq üçün nöqtəli vergül işlədir Avropa. Amerika 4,5 dediyinə görə burada birbaşa bunu işlədir. Yəni Avropa kitablarında nöqtədən istifadə olunduğuna görə ayrıcı separated olaraq, list separated olaraq vergüldən istifadə olunur. Yəni siz bu hissəyə girib bunu dəyişsəz, Excel-da avtomatik olaraq sizin o ayırmaq üçün istifadə etdiyiniz hissə dəyişəcək. Məsələn, nümunə verim. Sizdə əgər yazıbsa sum, burada yazıbsa A5, məsəl üçün atıram burada vergül B9. Bu demək ki, A5 xanası və B9 xanası. Bu bizdə siyahı üstəm. Range deyil. İfadə edə bilirəm nə demək istəyirəm. Bir aralıq deyil bu. Ayrı-ayrıdır. Bu belə yazılsa, bu ikisi də yenə də ayrıdır. Yəni bundan eyni məntiqi gətirmir. İfadə edə bilirəm fikrimi. Birdən o şəkildə də görmüş ola bilər. Çünki bir neçə yerdə DİM-in özünün suallarında biz bunlarla rastlaşdıq. Aydındır. Burada kim mənə şəxsidən nə yazıb, mənə çatmadı. İndi buralar aydınmı? Məncə çətinliyimiz yoxdur. Kimsə sualı olsa qeyd eləyər. Sonra bizdə currency hissəsi time'dır. Burada vaxtın necə görünəcəyidir. Məsələn, mən 24 saatlıq bir qurşaq işlətdiyimə görə bunları edirəm. Bu qədər dərindən sual gedməyəcək sizə. Ümid edirəm ki, getməz. Bunu evdə kompüteriniz varsa özünüzdə də eləyə bilərsiniz. Ya da mən göstərdikcə bunları siz də götürə bilərsiniz ki, təzədən özünüz hazırlaşasınız. İfadə eləyə bilirəm. Yəni bunlar getdi. Sonra bunlardan əlavə bizdə programs deyilən yerdə sadəcə olaraq hansı proqramlar silinə bilər deyilən hissə proqramsdan silinəcək. Aydınmı? Yəni orada elə də böyük bir şey yoxdur. Bundan sonra bizdə System and Security hissəsi var. Onsuz onlar köhnədən verdiklərinə görə Security and Maintain'dir. Bunu sadəcə siz götürün, bəsinizdir. Maksimum SS götürün. O onsuz düşəsi bir şeyə oxşamır mənə görə. Çünki bu çox xırdalıqlarla gedəndir. Firewall'un haqqında dərslikdə yoxdur. Mənim elə yadımda qalıb. Storage and Space də yoxdur. Adı bəlkə bunlar düşür. Çünki bu şəkil var idi dərslikdə. Elə belə götürün, yadda saxlayın qıraqda da nə gedəcək sizə. Bir də User and Accounts dərslikdə var bu. Userlarla bağlı bu dəqiqə çox şey istifadə edə bilməyəcəm mən. Çünki Atlas-a keçəndə nələrsə bloklayır bilmədiyim səbəblərə görə. Account name-i dəyişə bilirsiniz, type-ı dəyişə bilirsiniz. Məsələn, belə bir şey qoyub soruşa bilər ki, istifadəçi adı nədir? İstifadəçinin tipi nədir? Məsələn, bax fikir verirsiniz, local account-dur. Mən Microsoft account-una online girməmişəm. Administrator-da bizdə buradan gördüyümüz üzrə bir istifadəçi neçə tip ola bilər, onu başa düşməyə çalışaq. İstifadəçi tipləri, bir dəqiqə düşün bura. İstifadəçi tipləri bizdə ola bilər. Administrator, yəni admin icazəli, hamısı var. User var, istifadəçi icazəlidir. Bu nə deməkdir? Admin icazəlidə adam sistemdə dəyişiklik edə bilir, bu sistemdə dəyişiklik edə bilmir. Məsələn, C diskində hansısa bir şeyi dəyişə bilirik də biz bu dəqiqə admin kimi. Amma user olanda orada bizə müəyyən məhdudiyyətlər qoyulur ki, bu faylı silə bilməzsən, bunu daşıya bilməzsən, bunu ora qoya bilməzsən. Aydındır? Amma öz fayllarımızı saxlaya bilirik. Məsələn, browser açdıq, öz axtarış keçmişimiz qalır və s. və Sonra bizdə guest var. Guest nə demək uşaqlar? Qonaq deyirlər. Bəli. Burada elədiyiniz heç nə yadda qalmır. Qonaq uşağı gələn kimi guest modu açıb verirsən ki, sonra zibilləri dalınca təmizləməyəsən də. Aydınmı? Çox yerə girə bilməməlidir normalda, amma şuursuz istifadədə çox yerə girmək mümkündür. Manage another account yazılan hissələrdə ikinci bir istifadəçi varsa onu eləyirsiniz. Yəni bu hissədən o yana düşəsi deyil, elə düşünürəm ən azından. Sonra bunlar getdi. Bir də sonda bizdə onsuz əslində bir neçə yer qalıb. Ease of access deyilən şey fizikəlliyi olan insanlar üçün nəzərdə tutulub. Bu genişdir. Mənə elə gəlir ki, bir bu olacaq, bir də network olacaq əsas. Bunu biraz geriyə saxlayıram. Burada da personalize eləmək üçün hissələrdir. Dərslikdə də bunun o yanası yazılmayıb onun içərisində. Bir dənə bunu görsəz bəsdir. Taskbar Navigation, orada nələr dəyişəcək? 1-2 dənə yer var. Bu dəqiqə Windows 10 işləriydi, hətta 11-ə keçiriydi, o qədər yoxdur. Bu hissədə də çox şey yoxdur networkdə. Məsələn, ana ekrana qayıtsaq, deyək ki, mən bir dənə boş yer tapmışam, personalize eləmək istəyirəm. Burada göz o cür açılmır, yəni dərslikdə verdikləri pəncərəni aça bilmirsiniz siz. Onu demək istəyirəm. Məsələn, bunu götürək, Display Manager-a gəlmək istəsəz, desəz ki, hə, bu nədir? Bu da o dərslikdə göstərdiyi kimi deyil uşaqlar. Gedib o.
Ona görə inandırıcı gəlmir ki, real bir dənə sual qoyalar. Çünki əməlli başlı hər birimizin demək haqqı var ki, qardaş, mənim kompüterimdə bu yoxdur. Mənim kompüterimdə o yoxdur. Ümumiyyətcə yoxdur elə bir şey. Ease of access-ə gələndə, control panelda, ease of access-da məsəl üçün gözdən əlilliyi olan adamlar üçün orada reader mod var ki, onu açırsınız, ekrandakı şeyləri səsli oxuyur. Speech recognition-da belə bir şey var ki, recognize eləyir ki, sən deyirsən ki, bunu yaz, onu başa düşür, başlayır yazmağa. Burada daha çox şeylər var, amma inanmıram düşə, yenə də deyirəm, çünki çox detallıdır. Məsələn, optimize visual display-dir, o ekranın hansı hissəsinin yekəlməsidir. O da gözdən əlilliyi olan adam kör olmaq məcburiyyətindədir ki, bəlkə adam zəif görür. Məsələ buradadır. İndi bunları da danışdıq. Bundan sonra bizdə əsas menyu hissələri qalır. Menyu hissələrində nədir? Desktopun özündə biz menyunu açanda nə ilə rastlaşırıq? Bir dənə ona baxaq. Məsələn, desktopun içində biz bu menyunu açsaq, burada görəcəyimiz onsuz çox şey yoxdur. Undo dediyim şey də bu dəqiqə nəyisə kopyalamışam deyər, bu normalda çıxmır. Kopyalamışam nə edir? Rename eləmişəm deyər. Deməli, view hissəsinə bir dənə baxsaz, bunu elə belə SS götürün uşaqlar. Sadəcə SS götürün. İndi ekranda mən o qədər çox şey var ki, inan eləyə bilməyəcəm onu, tamam mı? Bir dənə SS götürün, o bir yerdə mən göstərəcəm nə deməkdir bu. Bunu large eləsəm ekrana sığışmayacaq, bunlar bir problem var. Burada indi auto arrange desəm, bunları özü yerləşdirəcək. Yerləşdirəcək nə deməkdir? Baxın, bunu göstərə bilərəm bu dəqiqə. Burada fikir verin, arasında gap var. Bu gapı yığışdırır. Yəni hamısını ardıcıl yerləşdirir. Bax, bunu belə elədim bir dəqiqə. Gapı yığışdırdı, burada qaldı gap. İfadə edə bilirəm. İndi bunu eləyəndən sonra bunu götürsəm, çünki götürməsəm belə bir dənə problem olur. Auto arrange elədiyinə görə mən bunu götürüb aşağıya sürükləyə bilməm. Yəni buralarda bir yerə tullayır yəni. İfadə edə bilirəm, ardıcıllığı saxlayır. Məntiqi odur. İndi baxın, align icons to grid, grid setka deməkdir. Setka o deməkdir ki, bu bayaqkində. Mən bunu belə saxlaya bilmirdim. Bir dəqiqə. Bunu biraz belə eləyək. Bunu aktivləşdirmişəm, bunu yığışdıq. Deməli, mən bunu belə saxlaya bilmirdim bayaqlara. Fikir verin, istədiyim yerə qoya bilirəm. Grid deyilən nə deməkdir? Burada bir dənə setkaya bölür, hər birini onun içində saxlayır. Yəni, setkanın içindən qırağa keçə bilmirsiniz. Məsələn, mən bu dəqiqə gridi aktivləşdirsəm, bu gətirib düşəcək, həmin setkanın içindən salır. İzah eləyə bilirəm. Yəni, hər biri bir dənə elə bilin ki, xanalar var, onun içərisində ilişib qalır. Yəni, bu hissədə əlavə bir şey yoxdur. İndi fikirləşin ki, ola bilər də evə kimsə gəlib ekranı göstərmək istəmirsiniz. Getdi. Çiçək kimi ekran. Gəldi, yola saldınız, təzədən show desktop, icons verirsiniz, qayıdacaq bu. Biraz vaxt lazımdır, məndə fayl çoxdur. İndi buralar getdi. Bu hissədən sonra sort deyilən hissəni burada göstərməyəcəm uşaq, çünki mən fayllarımı dəyişsəm, mən sonra tapa bilməyəcəm nə deməkdir o. Bu hissələr getdi bizdə. Bunu danışacağım nədir amma. Refresh hissəsi ekranı yeniləmək üçün də sizə lazımsız bir şeydir. Paste ilə Paste Shortcut bunun haqqında danışacağım. New deyilən şeydə nə seçsəz new yazılır yanına. Bax, folder seçsəm new folder olacaq. Bax, bunu məsəl üçün new Microsoft Document olacaq. Bax, fikir verin, burada açıram. New Microsoft Document olacaq. Ya da bunu belə eləyək. New, bax, bunun qabağına new sözü gələcək. Bax, fikir verin. New compressed zipped folder. Всё. Hər şey bu cür fikirdir. Bir qəribə gəlir, amma new yazılacaq. Məsələn, birdən oradan soruşsa ki, həmin faylın içərisində nə var? New'dur. Getdi. Bunlar gedəndən sonra bizdə. Biz nəyin üstünə işləyəcəyik? Deyək ki, artıq, buyurun, sualı olan var mı? Orada göstərə bilmədiyim hissələri indi mən sizə göstərəcəm. Uşaqlar, Explorer-ın içərisində. Bunu buradan yox da, öz Explorer-ində göstərim, daha rahat olar. Atıram, downloads deyilən bir dənə qol. Bunun içi boşdur. Bunun içində. Yaxşı, bunların içərisində göstər. Baxın, bir dənə diqqətli olun. Bundan əvvəllə, qovluqda açılmaqla desktopda açılmağın arasındakı fərqi izah edirik. Orada bir dənə view'ları tutuşdursaz, burada daha çox var. Extra large orada yox idi, burada var. Tamam. Əla. Large, medium, small idi orada. Bu 3 idi. Burada bizdə əlavə var. Extra large eləyirsiniz. Bu nə edirsin? Zəif görən gözlərinizi daha da zəifləşdirir. Large icon eləyirsiniz. Bundan bir ölçü kiçikdir. Bu arada bunları seçmək nətər olur? Onu da deyim. Yanaşı qoysalar seçə bilərsiniz. Yanaşı qoymayanda, məsələn, ən azından ekranda çünki tam açılmış olsa biraz görmək çətindir ki, görəsən o da deyil. Burada ən azı taskla yoxlamağa çalışın. Buradakı ikonlarla tutuşturmağa çalışın. İfadə edirəm. Buradakılar normalda deyirəm ha, mid size-da olur. Normalda bu hissə mid size-dadır. Məsələn, bunu götürək medium eləyək. Bununla bu təqribi olaraq eyni ölçüdə olur.
Əgər siz buna oxşar ölçü görürsünüzsə, ya da məsələn buna oxşar ölçü görürsünüzsə də middir. Bunun bir iki qatını görürsünüzsə large'dır. Ümumiyyətlə çox böyük hiss edirsinizsə də onda extra large'dır. Sonra bizdə small icon hissəsi var. Çünki bu fikir verin, small bundan balacadır. Özünüz hiss edə bilirsiniz yəni. Medium'a təxmini oxşuyur. Təqribi eyni deyil, amma oxşuyur. Oradan tutuzdurmaq olur müəyyən qədər ki, əgər bunu aktiv vəziyyətdə veribsə məsələn home hissəsində. Çox vaxtda bu hissə qalıb düşür. Yəni amma belə kəssə mümkün deyil. Ən azı mən tapanmadım. Burada small eləyəndə bir dənə şey fikir verin, ondan sonra gedərik. Bizim qovluqlarımızın əlifba ardıcılığı ilə baxsaz bu dəqiqə bax bu istiqamətdə gedir. Smallda yadda saxlayın ki, ümumiyyətcə bizdə small hissəsində hansı istiqamətdə gedir? Doldurmayan fikirləşin. Soldan sağa. Amma bizdə bax o birlərə bir dənə baxmağa çalışın. Medium'a girin. Yenə də sətr boyunca getdiyinə görə soldan sağadır. Tamam mı? Bundan sonra listə gələndə, bax listə biraz fərq atacaq. Diqqət edin. Small-la listin fərqini gətirin. Bu yuxarıdan aşağıyadır. Yəni sizin bu ölçüyə görə olanlarınız soldan sağadır. Bu list bizdə yuxarıdan aşağıyadır. Tamam mı? Yuxarıdan aşağıya burada olandan sonra növbəti listi buradan da olur. Yenə də yuxarıdan aşağıya. Bir də nətərsə də bu məsələn bunu bu şəkildə vermiş ola bilər. Məsələn deyirəm də sıxışdırmış belə vəziyyətdə vermiş ola bilər. Yəni en azından biləsiniz ki, yuxarıdan aşağıya doldurub sonra sağdan sola gedir. Yəni arasındakı fərqi başa düşmək edir. Sonra bizdə details, orada artıq pane'lər çıxır. Burada sort olmaq üçün olan şey nədirsə də burada da var. Tamam mı? Sortda əgər ki, ada görə sort eləyirsinizsə də, yəni tapdığı ASCII ardıcılığına nədirsə də o cür eləyir. Birdən A hərfi görərsiniz, yanında Ə hərfi deyirsiniz ki, Azərbaycan əlifbasında salam Yunus nətərsən? Məsələn deyəndə atıram, Azərbaycan əlifbasında necədir? E, A, B, C, C. Yaxşı olasın. Məsələn, C ilə Ç gəlsə, deyərsən ki, məsələn, atıram, burada bir dənə fayl quraq. Faylın da adını, məsələn, Ç qoyum mən. Bir dəqiqə, Ç qoydum. İndi deyərsən ki, bunu nəyimə görə eləsək, C-nin altında Ç olmalıdır. Yəni, məntiqlə bir yəni düşünün, məntiqsiz ki, A, B, C, Ç deyirsən, nə əlaqə deyirsən də sonra. O, məntiq itir. İngilis dilində yazırsa problem yoxdur, Azərbaycan dilində yazırsa problem var. İndi bunlar getdi. Date, modified buna izaha ehtiyacı yoxdur. Type deyilən ümumiyyətlə tipinə görə. Bu da size-na görədir. Burada onsuz da bir məntiq yoxdur, birbaşa görünür. Sort hissəsi sadəcə sıralama üçündür. Ascending, descending, ascending azdan çoxadır, descending çoxdan azadır. Group dediyimiz hissəni biraz başa düşmək çətindir ki, ada görə, məsələn, tipə görə eləyəcəm bunu. Tipinə görə bunları artıq qruplaşdırır. Yəni, başqa bir şey yoxdur burada. View hissəsində, məsələn, onsuz da ki, bu qrupu gördünüz də, burada başqa bir söhbət də yoxdur. View hissəsində bir dənə bizdə tiles var, pillə-pillədir. Burada tiles'ın OBS-indən fərqi nədir? Tiles'ın yanında sadəcə əlavə məlumat olur. Faylın tipi və ölçüsü haqqında, başqa bir şey yox. Yəni, qovluqsa qovluq kimi qalır. Məsələn, faylın tipi vardır. Diqqət edin. Tipi, adı, bir də ölçüsü. Yəni, deyirəm. Bu da üstünə saxlayanda da eyni şey açılır. Item type, dimension, size. Tamam mı? Bir dənə əlavə size-ını göstər. Normalda başqa tip bir dənə faylı götürsək, məsələn, o size hissəsi çıxmayacaq bizdə. Size nə edir? Size göstər. Bu size deyirəm, üzr istəyirəm. Yəni, bir dəqiqə, dimension-i. Ailəmi qatdım bir-birinə. Dimension deyilən şey o 200-ün, məsəl üçün deyirəm də, 301 olan hissəsi var. O normalda çıxmır. Məsələn, başqa bir fayl götürməyə çalışın, o da çıxmayacaq. Gərək bu hərəsinin özünə aid olan property hissəsinə girəndə onu göstərəm. Details hissəsində var deyə çıxardır. Yəni, detailsda olan bir şey çıxardır sizə. Aydınlığı nə demək istəyirəm? Hər fayl üçün o şəkil olsa belə çıxmaya bilər. Mümkündür. İndi bu hissəni gördük. Bu da bizə gedəndən sonra customize deyilən hissələr lazım deyil. New hissəsində. İndi property deyilən hissəyə girəcəyik. Qovluğun içində açılmaqla, faylın üstündə açılmağın arasında bu diskin üstündə açdıq biz. Burada nə var? Burada düşə biləcək sual tipi budur. Sizə deyə bilər ki, diskdə neçə gigabayt boş yer var? Onsuz da deyib ki, free space sözü verir. Diskdə neçə gigabayt doludur desə, məsələn budur. Məsələn, köhnə disklərdə biraz fərqli cür yazılırdı. O free hissəsini normal oxuyun. Diskin həcmi nə qədərdir desə, capacity hissəsindən bunu götürəcəksiniz. Bu çətin bir şey deyil. Rahat. İndi, bunu götürəndən sonra bizdə əlavə olaraq qovluğun üstündə açılanda ya da faylın üstündə açılanda burada əlavə olaraq soruşa bilər ki, qovluq gizlədilib ya yox, hidden hissəsindən, ya read-only hissəsindən soruşmuş ola bilər burada. İfadə eləyə bilirəm. Sharing option və customize-a yəqin ki, girməyəcək. Customize-da bunun ikonunu dəyişə bilərsiniz. Məsələn,
Sizdən orada soruşa bilər ki, hansı ardıcıllıqla qovluğun görüntüsünü dəyişmək olar. Properties, customize, change icon. Belə bir şeydə məsələn onu götürək, belə eləyək. Biraz belə old school olsun. Onun görüntüsü dəyişdi. Bu şəkildə getdi. İndi silmək üçün lazım olan qısa yollara baxın uşaqlar. Silmək üçün lazım olan qısa yollara giririk. Baxın, bunu biraz da belə bir ölçü geridən aparım. Normalda delete-i vursaz, delete-dən vursaz, getdi. Normalda getdi. İçi boş bir dolu olsun fərqi yoxdur. Bunda baxın, delete vururam, getdi. İndi mən bunda shift delete vursam nə olacaq? Yazını oxuyaq bir dənə. Shift delete vuranda deyir ki, are you sure you want to permanently delete this file? Aradakı fərq budur. Normalda siləndə zibil qutusu deyilən yerə daşıyırsınız. Əslində silmirsiniz. Siz buradan ora daşıyırsınız. Amma shift delete deyəndə deyirsən ki, zibil qutusuna daşıma, ümumiyyətcə sil bunu. Aydındır. Mən bunu silsəm, zibil qutusunda onu tapmayacam artıq. Shift delete deyilən bizim bilən qısa yolumuz var. Yunis, bilirdin onu? Shift nə dediniz müəllim? Shift delete niyə yazsan qaqa? Yoxun gəlir. Bəli, biraz yoğunca oldu. Da bağışlar. Zərəfşən bilirdin də qızım sən yəqin ki, düzdür? Shift delete yox. Mən də bilmirəm, atıb tuturam bayaqdan. Deməli, indi faylların özündə bizdə gəlin bir dənə temporary, bir dənə qovluq açaq burada. Bir dəqiqə üz üstə. Temp bir dənə qovluq açaq. Bunu hələ ki temp yazıram. Bu qovluqda 3-5 dənə şey baş düşməyə çalışaq. Bunu bir dəqiqə qıraqda açım. Open a new window. Bir dəqiqə açıldı. Bunu atdıq bura. Nəyə göstərmək istəyirəm başa düşək. Normalda siz bir faylı eyni diskdəki o biri qovluğa dartıb gətirsəz, həm onun içinə tulla deyirsiniz. Buradan ləğv olur, oraya gedir. Yəni məsələn buradan bura eyni diskdədir deyə buradan bura gəlir. Ayrı disklərdə olsa buradan ora kopyasını göndərir. Siz əgər ki Ctrl düyməsinə basmışam görürsüz. Ctrl-dan basılı vəziyyətdə içinə atsaz deyirsiniz ki copy to temp. Yəni kopyala deyirsən onun içərisinə. Burada bu qaldı, burada bu qaldı. Baxın faylın özüdür. Bunları hamımız bilirik də yəqin ki, düzdür. İndi növbətdə nə var? Biz əgər ki shift-dən basılı saxlayıb daşısaq, biz deyir ki move to temp. Yəni bunu yadda saxlamaq asandır, birazdan deyəcəm. İndi kimsə deyə bilər ki, ay qardaş, onsuz da mən bunu normal da daşısam eyni şey olur da. Yəni niyə bunu belə eləyirsən ki? Mən buna əgər C-diskin eləmiş olsaydım, baxın, burada C-diskinə. Mən bunu buradan buraya gətirsəm, mən neynədim? Bu burada qaldı. Tamam mı? Bu orada qaldı. Yox, əgər ki mən bunu shift-dən basılı saxlayıb gətirsəm, bu bura gəldi. Arada fərq var. Yəni shift-dən basmaq move edir bizdə. Burada tempin içərisindən getməliydik. Sonda bizdə alt var. Alt nə edir? Alternate edir. Baxın, sürüb deyəndə deyir ki, create link in, create link deyəndə bunun biz qısa yolunu götürürük. Qısa yol nədir? Ölçüyə baxın bir dənə sayı hissəsinə. Bunun sayısı 135 kilobayt, bunun sayısı 1 kilobayt. Özünü daşımır, qısa yolunu daşır. Qısa yolu da danışacaq birazdan. Yadda saxlamaq nə cürdür? Shift ümumiyyətcə köçür deməkdir ingilis dilində. Daşı, dəyiş. Yəni bunu buradan ora dəyiş deyirsiniz. Yaxşı. Sonra Ctrl ümumiyyətcə copy sözünə də oxşuyur da C hərfindən. Kopyasını daşı deyirsiniz. Alt alternate sözünə oxşuyur. Yəni fərqli variantda köçür deyirsiniz. Bura aydındır. Rahatdır. Yadda qalandı mı? Bana çəksən səs çıxmır ümumiyyətcə. Okey. Zərəfşən başla. Bana çək. Salam. Salam. Okey. Tamam, başa düşdüm. Adam var, danışamırsan. Okey. Paka. Paka. Dostuma zəng eləyəndə. Qaqam, yanımda adam var. Bilirəm ki, çünki problem çıxaracaq. Telefonu açdığım anda. İndi buralarda məncə problemimiz yoxdur. Gələk indi əsas qısa yolların, bir neçə qısa yola baxmağa çalışaq ki, kopyalamaq üçün lazım olan qısa yol bizdə nədir? Ctrl-C. Ctrl-C kopyadəndir. Kəsmək üçün lazım olan, buradan gedirəm. Ctrl-X-dir. Qayçı işarəsi ilə yadda saxlaya bilərsiniz ki, qayçı oxşuyur. İndi bu ikisi yanaşıdır deyə bunun yanına V-ni qoyublar. Heç bir mənası yoxdur ingilis dilində bunun yəni. Sadəcə olaraq V-dir yəni. Copy, tamam, budur. Paste eləmək üçün, yapışdırmaq üçün lazım olanda bizdə olacaq Ctrl-V. Gözəl.
Mən bunu kopyalasam, məsələn, Ctrl+C elədim. Mən bura gəldim. Ctrl, məsələn, V eləsəm, onun kopyasını yapışdırdım. Yaxşı, Ctrl+Shift+V eləsəm nə olacaq? Heç nə olmur. Bəzi sistemlərdə amma mətni kopyalayanda Ctrl+Shift+V bizə lazım olacaq. Nədə? Buna bir dənə baxın. Əməliyyat sistemində. Burada heç nə olmadı. Amma məsələn, əməliyyat sistemində yox da bir mətndə bunu eləsə, arada bir fərq hiss eləyəcəksiniz. Onu göstərim. Məsələn, nəsə yazmışıq bura. Bunu yazdığımız hissənin bir qismini bold eləyək. Tamam. Mən bunu kopyalayıb. Bura sadəcə Ctrl+V eləsəm, buradan görəcəksiniz. Bu toppuş vəziyyətdə gəlir. Hətta istəyirsinizsə də bunu biraz da belə necə deyim, yaxşı görünsün deyə belə deyim ki, göz görsün. Bunu əgər mən kopyalasam və mən bura Ctrl+V eləsəm, bu belə gələcək. Amma Ctrl+Shift+V eləsəm, bu normalda belə olmamalıdır axı. Bir dəqiqə, Ctrl+Shift+V. Düz gəlmədi axı, qardaş. Ctrl+K-mı eləyiblər bunlar? Normalda belə olmamalıdır. Bütün sistemlərdə, hətta bu bizdə CMD-də də elədir. Ctrl+Shift+V işləyir. Özü kimi kopyalayıb yapışdır deyə Ctrl+Shift+V işləyir. Ola bilər, burada belə deyil. Sistemdən sistemə də dəyişmiş ola bilər, bilməm. Ən az mən səhv bilmişəm. Ctrl+Shift+V normalda formatsız köçür deməkdir. Yəni sadəcə tekst göndər. Bax bu cürdür. Bir dəqiqə bunu qırağa atım, izah eləyəcəm nə demək istəyirəm. Bax məsələn bunu belə götürüb biz sadəcə deyə bilirik ki, ancaq teksti yapışdırır. Bir dəqiqə. Heç bir işləmir məndə. Məndə heç bir işləmir. Çox maraqlıdır. Text bir dəqiqə. Özümə maraqlı gəldi. Bu niyə belə olsun ki? Paste options. Burada bizdə paste options'da nə var ki? Paste options. Amma şu Ctrl+Shift+-lə seçib sonra Ctrl+Shift+-lə basasın. Bir dənə hələ buna baxın. Hamısı eyni cür gəlir. Hamısı eyni cür gəlir hətta. Belə olmamalıdır axı bu. Ctrl+Shift-lə, bir dəqiqə. Bu hissəni götürüm. Ctrl+Shift+C, Ctrl+Shift+V. Yəni eyni söhbətdir. Yox, onun dəxilisi yoxdur. Məndə sistemdə problem var nəticədə. Mümkün deyil axı. Mən məsəl üçün nəyisə kopyalayım, bunu mətn kimi yapışdıra bilməliyəm. Elə bir şey var. Buradakılardan seçə-seçə gir. Məsələn, bu şəkil kimi yapışdır deyir. Seçə-seçə gedəndə olmalıdır axı. Məsələn deyirəm də. Burada götür set default olaraq götürəndə. Bu heç cür olmur. Ya buna keçirdim. Heç cür olmur bunlar. Heç cür olmur. Qəribədir. Nəsə problem var burada Word-də məndə. Word-ün problemidir məndəki. Nəysə, gələk bu da. Yəni elə bir şey var uşaqlar. Mətni kopyalayırsınızsa da, hətta bunu gözlə buradan göstərim də. GGB-yə girin. GGB. Bir dəqiqə. GGB. Məsələn, terminalların hamısı eyni cür işləyir orada. Bir dəqiqə vaxt deyil. Online GGB. Məsələn, bura baxın, sadə bir dənə şey göstərim orada. Deyək ki, bunu run elədik. Çox sadədir. Choose the language. C++ olsun, fərq eləmir. Və məsələn, buradan mən nəyisə kopyalamaq istəyim. Kopya elədim. Deyək ki, bura nəyisə paste eləmək istəyim. Ya da ki, məsələn, input istəyim də istifadəçidən. Inputu da, məsələn, Python-da eləyək ki, daha yaxşı başa düşsün. Burada deyək ki, A bərabərdir input. Bunu belə götürək. Yaxşı. Burada da print A yazaq. Və mən də burada nəyisə kopyalamaq istəyirəm də. Burada deyək ki, 3 yazmışam. Bunu da kopyaladım. Bunu da deyək ki, kopyaladım, kopya elədim. Bunu run eləyəndə, məsələn, mən bunu yazıb paste vuranda, bu gəlmir. Gəlirmiş. Bir dəfə də təzdən eləyək. Bir dəfə də bunu belə eləyək onda. Ctrl+V eləyəndə, gərs gəlmir. Gərək mən bunu eləyim ki, Ctrl+Shift+V gəldi. Ctrl+Shift+V formatsız köçür deməkdir. Yəni, çox sistemlərdə işləyir bu. Məndə Microsoft Windows-da nəsə problem var. Tuta bilmədim nəsə problem, amma yəni, elə problemim var. Gələk bura. Bu getdi. Biz onsuz da bunları danışdıq. Ctrl+Z. İndi bir dənə şey var uşaqlar. Ctrl bizdə Z nə deməkdir? Ctrl+Y nə deməkdir? Ctrl+Z son edilən əməliyyatı ləğv edib. Bax, undo dediyimiz şey. Burada, məsələn, sizə belə bir şey verilə bilər ki, son edilmiş əməliyyat nədir? Onsuz da yazıb da undo copy. Kopyalamaq əməliyyatı icra olunur. Onda mən bunu götürüb Ctrl+Z eləsəm, burada indi baxın,
Buradan ləğv oldu. Yəni axırıncı kopyalama əməliyyatını ləğv eləmiş oldum mən. İndi axırıncı kopyaladığım şeyi bura atmışdım da. Onu təzədən qaytarmaq üçün bizdə nə edirik? Ctrl Y-dən vururuq. Ctrl Y bizdə undo redo'dur. Redo nə edir? Undo elədi. Ctrl Y elədi. Axırıncı əməliyyatı yenidən qaytar deyirik. Tamam, buradan təzədən yerinə qayıdırıq. Burada da problemimiz yoxdur. İndi uşaqlar, bir şeyi başa düşməyə çalışın. Məncə qısa yollardan hamısını dedim, orada boşda qalan qısa yolumuz yoxdur. Delete silmək üçün istifadə olunur. Shift delete bizdə yerli dibli silmək üçün istifadə olunur. Windows düyməsindən basırıq ki, yuxarıdakı açılsın. Sonra proqramların çoxunda Ctrl N. Bir dənə bunları yadda saxlayaq. Məsələn, Ctrl N bizdə nə işə yarayacaq? Ctrl N. Bu new sözüdür. Bunu yadda saxlayaq. Yeni nə isə yaratmaq üçündür. Ctrl bizdə S. Bu save sözüdür. Uşaqlar, bir dənə şey başa düşməyə çalışaq. Burada bir-iki dənə balaca detallı olacaq əlavə olaraq. Save sözüdür. Save-dən başda Ctrl Shift S save as deməkdir. İndi onu paint-in içində göstər. Save as nə deməkdir? Ctrl Shift S eləyəndə, bu arada mən bildiyim qədərilə bu Ctrl Shift S-i götürmür. Bildiyim qədərilə. Niyəsini deyəcəm. Əksər sistemlərdə F12 işləyir. Məsələn, Fn eləyək. F12 bizə Save as pəncərəsini açır. Burada da açdı. Save as pəncərəsi nə pəncərəsidir? Pəncərə tiplərindən hansına aiddir? Kim bilir? Hansı pəncərə tipinə oxşuyur? Diyaloq. Dialogdur da 100%. Burada dialog box sonsuzda 100%-dir. Onsuz da biz burada ən azı adını dəyişə bilirik. Seçimlərimiz var. Bu dialog pəncərəsidir. Bu dialog pəncərəsini biz açanda, bu şəkilləri F12-də açır. Fikir verin. F12-dən vurursunuz. Çox yerlərdə belədir. İndi normalda Ctrl S eləyəndə burada heç nə biz hələ ki yadda saxlamamışıq deyə hazır faylın üstünə eləməmişdik. Ctrl S açılmış faylın üstünə yazır. Ctrl Shift S. Burada artıq nə cürdür? Save as dediyimiz şeydə 3 dənə şey yadda saxlayın. 3 yox, əslində 4 də ola bilər. Fərqli adla yadda saxlamaq üçündür. Fərqli ad və ad hissəsi. Fərqlilərin içərisinə girəcək. Uzantı tip olaraq götürək. Burada fikir verin. Save as type. Və burada yer. Görürsünüz, yeri seçməyə imkan verir. Yəni siz Save as pəncərəsini nə üçün açmış ola bilərsiniz? Ad, tip, yer dəyişmək üçün. Başqa bir şeyə yaramır normalda. Normalda deyirəm, çünki bəzi Save as pəncərələrində əlavə detallar falan olur. Məsələn, burada bunun save as-i biraz fərqlidir. Məsələn, bu export pəncərəsidir, dialogdadır, düzdür, amma exportda yenə də adlanmaqsın. Məsələn, burada bir damcı fərqli tipləri şey var. Burada məsələn PDF kimi saxlamaqdır, nə bilim nədir. Burada da üçü eynidir, location'dır, odur. Bir də səhv eləmirəmsə əlavə olaraq adı nə idi? Öz içərisindən template-ini qurmaq falan filan da çıxırdı ki, bunu template kimi qur. Məsələn, yeni şeylər də çıxır bəzilərində. Buralar getdi, əsas 3 dənəsidir. Save-i dedik, save as-i dedik. Dedik ki, n götürəndə new deməkdir. O open sözüdür uşaqlar. Ctrl O open'dır. Ctrl P normalda printdir. Normalda deyirəm. Sonra burada başqa nələr var bizdəki? C, K, S. Ctrl A hamısını seç deməkdir normalda. Məsələn deyirik ki, burada Ctrl A eləsə hamısını seç deməkdir. All sözündən yadda saxlaya bilərsiniz. Bunları danışdıq. Bunlar getdi. Bunlar haqqında burada danışmayacağım. Bir də əlavə olaraq bizdə nələr var? Bir dənə onu düşünməyə çalışaq. Caps Lock-la Shift-lə bağlı düşə biləcək yerləri deyək. Tab dediyimiz şey də birindən o birinə keçmək üçündür bu arada. Yəni, bax, fikir verin, orada əslində bilməm hissəyə burada oynadı. Hissəyirsiniz onu. Klaviaturanı belə oynadı. Buradan da gedə bilirsiniz ki, orada həmin yerdə yuxarı aşağı məsəl üçün düşə bilirsiniz. Burada dəyişdə bilirsiniz. Alt düyməsi bu arada alternatdir. Nəyəsə keçid üçün də istifadə olunur. Deyək ki, altdan vurmuşsunuz. Bir dəqiqə burada durursun boş yerdə. Deyək ki, altdan vurursunuz. Burada görürsünüz S zad yazılıb. Mouse'unuz yoxdursa da altdan vurursunuz. Məsələn, S yazılıb bura. Bilməm, görə bilirsiniz ya yox buranı. S-in üstünə vursanız bu da klaviaturadan S-ə gedəcək. Altdan vurmuşsunuz deyə Advanced Security A-ya girmək istəsəm, yəni Advanced Security-ni açacaq. Buradan bunu açır. İfadə edə bilirəm. Məsələn, bəzi adamlar ola bilər, fikirləşir ki, mouse nəyə görə köhnə kitablarda əsas dəstədə aid edilmirdi. Səbəb buydu. Yəni, mouse-suz kompüter, mouse-la idarə olunan kimi oluna bilir. Oyunlar biraz problem olur. Əksər proqramlar normal işləyir. Mouse-suz işlətmə olur, sadəcə klaviatura ilə işlətmə olur, mümkündür. İndi, bu yuxarı aşağı zat hamısı işləyir. Əlavə olaraq bizdə nə qaldı mənim yadıma düşməyən?
Nəsə qaldı mı? Hə, shift-lə caps lock-u deyəcəydim. Uşaqlar, shift indiki mod nədirsə də, onun əksində batılı qaldığı müddətcə yazmağa imkan verir. Məsələn deyirəm, bizim modumuz bu dəqiqə kiçikdir. Mən shift-dən basılı saxlasam, böyük modda basılı qaldığı müddətcə yazmağa davam edir. Caps lock bizdə böyük hərflər olanı locklayır, yəni böyük vəziyyətdə saxlayır. Mən bu vəziyyətdə yazanı shift-də basılı saxlamadan bir dəfəyə yaza bilirəm. İndi mən caps lock-dan shift eyni vaxtda bassam, shift nə qədər basılıdır, o qədər mən balaca hərflə yazacağam. Bitdi, bu qədər bitdi, qutardı. Əməliyyat sistemində mənə elə gəlir ki, A-sından Z-sinə hər şeyini danışdıq. Orada tində bucaqda hardasa nəsə qalıbsa, mənim yadımdan çıxıbsa, çünki printer məsələləri düşmür, o qədər üstünə düşmür. Hə, bu məsələn burada tiplərdən birində demək yadımdan çıxdı uşaqların deyəsəm, testdə gördüm bayaqları. Bizdə video formatlarda yazmışam bir şey deyəsən, yox, media MPG formatı var, MPG. Sonra başqa nə var? Dərslikdə mənim görüb yadıma düşməyən. Bunlar getdi uşaqlar, yəni o qədər də şey, alt qolluq, üst qolluq. Hə, bir də əlavə nə deyəcəksiniz? AAC deyil o. Necə? Yuxarı gedin. Net formatlar olan yerə. Hə, audioda ACC var ha. O AAC deyil. ACC də var. AAC da var ha. ACC format. ACC var. Gözlə açılsa. CGI deyilən hətta file format, how to open. Ha, qrafik kimi şey bu. ACC var, qarışdırmışam. AAC-dir, hə, düz deyirsən. AAC. Advanced Audio Coding. Düz. Bir dəqiqə. Bunu bağlayaq. Düz deyirsən. AAC bu. Başqa nə var idi bizdə formatlarda? Mən nəyə deyəcəydim? Bax, bayaqlar yadıma düşmüşdü, yadımdan çıxdı. Bir dənə axırıncı bir dənə nöqtə qalıb. Onu da bir yadıma salmışdım, onu da yadımdan çıxartdım. Faylın adlarında nələr istifadə oluna bilməz? Fayl adlarında. Fayl adlarında. Adları. Gəlin bunu bir dənə elə belə göstərim. Nələr olmaz, ondan da yekunlaşdıq. Bir dənə şeyə diqqət yetirin. Faylın adına bir dənə boşluq atıram. Başqa heç nə eləmirəm. Bunun eynisini kopyalayacağam. Bir dəqiqə özümə gəldi qardaş. Bunu sileyim. Atıram bura. Yaxşı, bu kopya olsun. Amma bunların adlarını belə bitişik yazaq. Bir şey diqqət edirək. Bu qovluğa əgər mən girsəm, biz bu hissədən girməyə çalışaq. D diskinə girdik. Buradan CZ template-ə girdik. İndi tempin içində həmin fayllarımız buradadır. Biz bu faylları buradan çağırmağa çalışsaq. Məsələn, AS yazdım. Mən bunun üstünə vursam BMP-də. Yəqin ki, bir yerdə açılacaq ümid edirəm. Bu nə tərsə də açıldı. İndi əgər ki, mən bu U-nu açıb eləmək istəsəm, fikir verin. Dırnaq atır məndə. Niyə dırnaq atır, onu qeyd edəcəm. Dırnağı mən ləğv eləsəm, buradakı kimi açmağa çalışsam ki, bir dəqiqə, bunu mən kopyalayayım. Mən bunu buradakı kimi açmağa çalışsam ki, necə açılmışdı? Yəni deyirəm, qovluğun içərisində bu qovluq demək. Qovluğun içərisində bu faylı aç. Mən desəm ki, indi olduğum qovluğun içində bu faylı aç. Enter vursam, açmayacaq qardaş. Açmamağın səbəbi budur. Bizdə komandlar boşluqlarla ayrıldığına görə faylın adında əgər boşluq varsa, biz onun bütöv bir fayl olduğunu göstərə bilmək üçün məcburi bir surətdə dırnaqdan istifadə edirik. Məsələn, mən bunu belə götürüb, mən bunu bu şəkildə yazsaydım, burada bir dırnaq atsaydım, sonra desəydim ki, bunu bu şəkildə aç, bu açacaqdı. Bu dırnaq o demək ki, bu bütövdür. Yəni buna hissə-hissə baxma. Ona görə faylın adlarında dırnaqdan istifadə eləməyə icazə verilmir. Yəni bu dırnaqlar ola bilməz. Tək dırnaq da olmaz bu arada. Tək dırnaqda da problem budur ki, eyni şeyi, məsələn, atıram, mən bunu belə eləsəm, tək dırnaq qoysam, təzən bunu belə eləsəm, tək dırnaq qoysam, eyni məntiqlə işləyir. Yəni cüt dırnaq tək dırnağa bir fərq qoymur. İndi bundan əlavə diskin adında qoşu nöqtə var deyə disklər qarışmasın deyə qoşu nöqtələrə icazə verilmir. Nəyin niyə olduğunu başa düşün. Sonra bizdə çəpəki və düzünə olan iki dənə, yəni slash and backslash ikisindən də eyni cür baxdığına görə, yəni götürüb mən, məsələn, atıram burada, CG deyim. CG deməkdir, mən CG buradan belə getirək. Məsələn, buradan bu qovluğa girmək istəyirəm. Bunu yazmaqla, məndə bunu bu şəkildə yazmaq arasında bir fərq qoymur bu. Bir dəqiqə, İkisinin arasında sistem bir fərq qoymur. Bir dəqiqə, niyə? Hə, CD yazmaq yadımdan çıxmışdı.
Durduq yerə yazmışam. CD yazmaq yadımdan çıxıb. Yəni change directory deməkdir. Yəni qovluğu dəyiş. İkisinin arasında fərq qoymur. Yəni bundan əvvəl belə də yazmışdıq. Gözlə. Belə yazmışdıq, belə də yazmışdıq. İndi kimsə deyə bilər ki, rəsmi adında budur. Dəxlisi yoxdur qardaş. Dəxlisi yoxdur, yəni bu fərq qoymur ona. Məsələn, rəsmi ad hissəsini buradan da açsaz, eyni şey görəcəksiniz. Bu şəkildə görünür. Rəsmi adında problem yoxdur. Amma məsələn, eyni şeyi buradan çağırmağa çalışıram mən. Bu qovluğa giriş eləyəcəm. Bunu vurdum, OK açıldı, bu qovluğu açdı. İndi mən bunun yerinə bunu yazmış olsaydım, bir dəqiqə, enter vurum, yenə bu qovluğu açacaq. Yəni rəsmi ada dəxilisi yoxdur bunu, ifadə edə bilirəm nə demək istəyirəm. Bu getdi. İndi bundan sonra bizdə bir dənə də bundan istifadə olunur. Bundan niyə istifadə olunur? Onu izah eləmək biraz çətindir. Ya da belə göstərməyə çalışım. Tr var mı mənim kompüterimdə? Tr tool yoxdur. Bir neçə şeyin missing olunur. Profile tools missing operand. Tamam, var imiş. Məsələn, echo yazaq. Echo'da deyək ki, ABC olsun. Tamam, bunu ekrana çap elədik. Mən buradakı nəticəni başqa bir komanda göndərmək üçün bundan istifadə edirəm pipe'dan. Burada da deyirəm ki, mən məsələn deyirəm, ASD-ni köçürt buna. Məsələn, MNK-ya. Bu nə deməkdir? Bu ardıcıllıqdakiləri götürür. Regex-də gedən bir sistemdir bu əslində qalanda. Yəni mən deyirəm ki, ASD dediyim bir dənə əlifba düz, onun altına da MNK qoy. Yəni bu əlifbadakı simvollardan hansını görsən, onu bundan əvəzlənmiş vəziyyətdə götür. Məsələn, bunu biraz fərqli bir vəziyyətdə yazsaydıq, atıram, məsələn, bu hissəni ASD, məsələn, 5-6, burada da ASRT yazsaydıq, bu hissəni olduğu kimi saxlasaydıq, görəcəyimiz olacaqdı ki, sadəcə buradakiləri bundan dəyişirik. Yəni biz nə edirik? Bunun nəticəsi nədirsə də, onu ötür bura. Məntiq budur. Sadə bir şeydir bu. Tr bu arada sənlə danışandan sonra Banutçayı özümdə də yoxladım. Sən də məndə də işləyirmişik. Burada biz adi bir bunu qoysaq, bunu belə qoysaq, sonra bunu belə qoysaq, bu işləyirmiş səndə. Mən neçə illərdir bunu belə işlətməm, çox şeydir. Nəysə. İşləyirmiş. Normalda biz Regex'in içərisində belə işlədirik deyə, mən simvol topasını ümumi olaraq baxıram da. Mən fikirləşirdim ki, burada ASD-ni axtarıb dəyişməyə çalışır. Yox, ya adam balası kimi A-nı, C-ni normalda axtarır, problem deyil. Ona görə bunu ayrışdırmaq üçün istifadə elədik, ötürmək üçün istifadə elədiyimizə görə istifadə eləyə bilmirik. Böyük kiçikdən nə üçün istifadə olunur? Onu belə əyani bir dənə göstərməyə çalışaq. Sorğunun içərisində də istifadə olunur, bir də ötürmədə də istifadə olunur. Bu məsələn deyirəm. Buradakı bizdə faylların içərisində 3 dənə. Mən əgər desəm ki, echo, burada atıram, print, 1, 0, bunu da göndərirəm. Main.py deyəcəyim bir dənə faylın içinə yaz deyirəm. Tamam. İndi, baxın, yəni mən dedim ki, bu yazını echo yaz deməkdir. Bu yazını göndər bunun içinə. Tamam mı? İndi mən buradan təzə ls eləsəm, məndə main.py deyilən bir dənə fayl əmələ gəlir. Onun içərisinə mən baxsam, main.py-ın, görürəm ki, print o mötərizə hissəsi biraz problemlidir. O, gərək içəridə təsvirləşləri göstərsən ki, məsələn, bunların nə cür olduğunu görmək üçün əlavə bunları birinci yazırsan ki, yəni simvoldur onlar və s. Yəni, en azından məntiqi başa düşdünüz nə demək istəyirəm. İndi, əsas məntiq buydu ki, o biri siləkdə ötürmələr istiqamətlərini göstərmək üçündür ki, haradan hara gedir, ona görədir. Yəni, sorğularda da istifadə olunur. Bunlar getdi. Əlavə olaraq orada bizim istifadə edə bilmədiyimiz hansı simvol qaldı ki, mənə elə gəlir yoxdur. Var mı? Kimsə ağlına gəlirmi? Götürüb, yəni, əzbərləməyi niyəsi ilə bir yerdə budur. Bu qədər. Ona görə deyirəm ki, maksimum dərəcədə imtahana yaxşı hazırlaşmağa çalışaq. Əlavə suallarınız olsa, uşaqlar, bizdə atarsınız, hamısını maksimum dərəcədə cavablamaya çalışacağım və bugün gedirəm maksimum dərəcədə yatmağa. Hələlik gecəniz xeyir, Allah'a əmanət. Sağ olun, görüşürüz.